Salam, sabahınız xeyir olsun değerli Space TV izləyicilər. Yeni gündə, yenidən xəbərin izində proqramında sizin qarşınızdayıq. Bugün təqvim 30 oktyabr göstərir. Azərbaycanda baş verən ən önəmli hadisələr sizin diqqətinizə çatdıracağıq. Ara sıra dünya gündəminə də nəzər salacağıq və hər zaman olduğu kimi proqramı aparıcınız mən Səidə Bəkir qızı təqdim eləyəcəm. Qısaca bir anonsların üzərindən keçək. Bugünkü proqramımızda nələrdən xəbər tutacaqsınız diqqətinizə çatdırım. Abşeron rayonun Masazır kəndində yerləşən 13 mərtəbəli binada istilik sistemi işləmir. Bina sakinləri isti suya da həsrətdilər, amma aylardır aidiyyatı qurumlara demələrinə baxmayaraq hər hədə əməli addım atılmır. Artıq təkcə yağış sularında yox, həm də kanalizasiya sularında üzürük. Kanalizasiya dolub daşır, amma çarə tapan yoxdur. Aidiyyatı qurumlar harda susurlar insanların acınacaqlı vəziyyətinə, bundan da xəbəriniz olacaq. Artizanın enerjisini dayandırdılar və bizim hər birimizdən 600 manat pul istəyirlər. Cəllabad rayonu Üçtəpə kənd sakinləri problemlərini xəbərin izində proqramına göndəriblər. 5 yaşlı qızı onkoloji xəstədir, amma nə Onkologiya xəstəxanası, nə də ki, Səhiyyə Nazirliyi 5 yaşlı balacıya sahib çıxmır. Bundan da xəbəriniz olacaq. İndi isə daha detallı, düzdür, proqram boyunca sizə çox sayda sujetlər təqdim eləyəcəyik, çox sayda qaynar xəttimizə gələn materialları təqdim eləyəcəyik. Sadəcə bir neçəsinin qısaca anonsunu diqqətinizə çatdırdım. 2 saat boyunca bizi izləsəniz, çox mətləblərdən, necə deyərlər, agah olacaqsınız və başlayırıq. Elə ilk olaraq hava haqqında məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Dəyərli izləyicilərimiz artıq səhər tezdən oyananlar və pəncərəsini açıb pəncərədən çölə boylananlar görür ki, hava soyuqdur və yağış yağır. Ümumiyyətlə, gün ərzində hava şəraiti necə olacaq diqqətinizə çatdırım. Bakıda və Abşeron yarımadasında oktyabrın 30-unda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Artıq yağır. Yağış Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-13, gündüz 15-18 dərəcə. İsti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda isə gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq. Yeri gəlmişkən, səhəri bizdən hava məlumatı gözləyən izləyicilərimiz üçün də bu məlumatı verdik. Davam edirik. Milli Məclisdə beynəlxalq konferans keçirilib. Belə ki, Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konferansı keçirilib. İzləyək. Parlamentin sədri Sahibə Qafarova ümumi lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdiyini, insan hüquqları və azadlıqları üçün təminatlar yaratdığını dedi. Bildirdi ki, Konstitusiyamız həm də gələcəyə inam və quruculuq dövrünün simvoludur. Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrımsa qeyd etdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib. Konstitusiya sadəcə hüquqi mətin deyil, onun hər bir maddəsi xalqın iradəsini, ədalətə olan inamını, müstəqil yaşama əzmini nümayiş etdirir. Azərbaycan xalqı 44 günlük vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı zamanı öz suverenliyini bərpa edib. Hazırda dünyada mürəkkəb çağırışlar var. Bu vəziyyətlərdə Konstitusiya mütləq şəkildə dövlət və xalq arasında körpü rolunu oynamaqda və ədalətin təmin edilməsində mühüm rol oynayır. Bunu isə Pakistan Senatının sədri Səid Yusif Rıza Gilani dedi. Prezident İlham Əliyevin məhz bu ili Azərbaycanda konstitusiya və suverenlik ilə elan etməsi onun öz dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bugün suverenlik müxtəlif sınaqlarla üz-üzədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə sadiq qalaq.
Rusiya Federal Məclis Federasiya Şurasının üzvü Natalya Kuvşinova bugün Azərbaycan Konstitusiyasının ölkənin etibarlı hüquqi təminatı olduğunu söylədi. Azərbaycan Konstitusiyası ölkələrimiz arasında inteqrasiya səylərinin əsasını təşkil edir, dedi. Rusiya və Azərbaycan arasında olan iki tərəfli münasibətlərin inkişafına hər iki ölkənin dövlət başçıları çox önəmli təkan verirlər. Onlar daim konstruktiv münasibətlər qururlar. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatında regional təhlükəsizliyin qorunması və beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini əlaqələndirir. Biz Azərbaycanın BRICS dövlətləri çərçivəsində səylərini dəstəkləyirik. Konfrans öz işini müzakirələrlə davam etdirdi. Xıdırlı və Həsənrizə növbəti köç olub. Belə ki, Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə 366 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə 83 nəfər köçürülüb. Köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdir. 32 il bundan əvvəl biz oradan çox pis bir vəziyyətdə qaçqın düşmüşük. Bugünkü gündə çox sevinirik ki, biz öz yurdumuza, vətənimizə qayıdırıq. Oradan çıxanda 9 yaşım var idi. Çox şükür öz yerimizə, yurdumuza qayıdırıq. Ana vətənimə qayıdıram. Bundan qürur verici bir gün ola da bilməz mənim həyatımda. Biz günü inlə sonra görəcəyik. Şəhidlərimizin hesabına, qazilərimizin hesabına, bir ali baş komandanımızın hesabına. Ağdamla bağlı bir xəbər var, dəyərli izləyicilərimiz. Onu sizin diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, Ağdamda aqrar şəhərcik qurulacaq. Azərbaycan Baş Nazirinin müavini Samir Şərifov Ağdama səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb və o açıqlamasında bildirib ki, Qızıl Kəngərli kəndində quruculuq müəssisəsi eyni zamanda süd və ət istehsalı yaradılacaq. Yəqin ki, Belarus tərəfi bu məsələyə kompleks şəkildə baxacaq. Quşçuluq, ət və süd müəssisələrinin yaradılmasına sərmayələr Azərbaycan tərəfindən qoyulacaq deyə Samir Şərifov bildirib. Qeyd eləyək ki, oktyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlər arası komissiyanın 15-ci iclası keçirilib. İclasda Ağdam rayonunda aqrar şəhərciyin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı Azərbaycan və Belarus hökumətlərinə müvafiq tapşırıqlar verilib. Qarabağa səfər zamanı bu tapşırıqların icrasının gedişi ilə tanış olduq. Tapşırıqlara uyğun olaraq Belarus Layihələndirmə İnstitutu tərəfindən Ağdamın Qızıl Kəngərli kəndində layihələndirmə işləri aparılır deyə Baş Nazirin müavini Samir Şərifov qeyd edib. O həmçinin bildirib ki, lift istehsalı üzrə müştərək müəssisələrin yaradılması məsələsi də müzakirə olunub və birgə əməkdaşlıq ediləcək. Artıq Azərbaycanın böyük şəhərləri üçün Bakı şəhəri daxil olmaqla 200 lift istehsal eləyərək istismara verib. Həmin şirkət hazırda isə Ağdamda, Qarabağda yeni tikilən binaları liftlərlə təchiz eləyirlər. Qərar verilib ki, Ağdam Sənaye Məhəlləsində ərazisində lift istehsalı da təşkil edilsin. Qeyd eləyək ki, Azərbaycan və Belarus Respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə birgə komitələr arası komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş Nazirin müavini Samir Şərifov, Belarus tərəfdən həmsədri Baş Nazirin müavini Natalya Petkeviçin rəhbərliyi etdikləri nümayəndə heyəti ötən gün Ağdamda səfərdə olublar və elə bu səfər çərçivəsində də Baş Nazirin müavini Samir Şərifov jurnalistlərin suallarını cavablandırıb. Davam eləyirik. 1-ci Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilib. 1-ci Qarabağ müharibəsində itkin düşdü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 4 şəhid dəfn olunub. İtkin şəhidlərin hamısı hərbçilərdir. Rafael Abbasov 1992-ci il mayın 8-də Şuşa şəhərində gedən döyüşlər zamanı itkin düşüb. 33 il sonra şəhidin nəşrinin qalıqları müəyyən edilib və bugün keçirilən vida mərasimindən sonra Dədə Qorqud qəbristanlığında şəhidlər xiyabanında torpağa tapşırılıb.
Əfqanistandan gələn döyüşmüş, oradan gəldi və könüllü olaraq da cəbhəyə getdi, vuruşmağa getdi. Allah da məni sevdiyinə görə məni şəhid atası elədi. Mən də şərəfləndim. Bax, onun sayəsində şərəfləndim. Şuşa 8 may, orada itkin düşdüm. 33 il biraz çətin idi yəni. Ancaq yenə də bununla üzləşmək çox ağırdı, qəbul etmək çox ağırdı. Eyni döyüşlərdə etkin düşən daha bir şəhid Əliyar Əliyevin nəşinin qalıqları da müəyyən edilərək ailəsinə təhvil verilib. O da bugün Dədə Qorqud qəbristanlığında dəfn olunub. Hər tərəfli gözəl insan olub. Könüllü olaraq döyüşə yollanıb, etkin düşüb. 1992-ci il mayın 8-də Şuşa döyüşlərində etkin düşən Azər Bayramovun da qalıqları müəyyən edilib. 1-ci Qarabağ müharibəsinin şəhidi İlham Mehdiyev isə 1992-ci il fevralın 26-sında Xocalı şəhərində etkin düşüb. Getdi Xocalı müdafiəsinə. Orada da son döyüşləri elə bir səngərdə qalıb düşmənlə atışırdılar ki, düşmənin hücumunu ləngitsinlər, əhali mümkün qədər uzaqlaşa bilsin həmin yerdən. Elə hamısının nəşini də elə həmin bir yerdə tapdılar. Qeyd edək ki, 1-ci Qarabağ müharibəsində etkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 9 itkin şəhid oktyabrın 30-u, 31-də Bakı və regionlarda dəfn olunacaqlar. Davam edirik dəyərli izləyicilərimiz. Vətən müharibəsinin 30 oktyabr xronikasını sizə təqdim edəcəm. 30 oktyabırda müharibənin 34-cü günü idi. Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun, Zəngilan rayonunun və Qubadlı rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Bu barədə Prezident İlham Əliyev Twitter səhifəsində paylaşım etdi. Müdafiə Nazirliyinin məlumatına əsasən döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi. Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və reportaj yaydı. Bərdəni atəşə tutan Ermənistan Silahlı Qüvvələrinə məxsus bir Smerç yayılım atəşli reaktiv sistemi Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin 2 Smerç sistemi, bir ədəd olsa Zenit raket kompleksi bölmələrimiz tərəfindən məhv edildi. Azərbaycan ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrinin raket artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv etdilər. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıldı. İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldıldı və bu zastavalar xidməti döyüş fəaliyyətinə başladılar. Müharibənin 34-cü günündə həm də şəhidlər verdik. Azərbaycan ordusu işğal altında olan kəndləri və şəhərləri həm də şəhidlər verərək işğaldan azad etdi. Qazilər verərək işğaldan azad etdi. Bəzi yaralı hərbçilərimiz vardı ki, yaralarının olmasına baxmayaraq yenə də döyüşürdülər. Hətta bəziləri, belə deyək də, əmrə də tabi olub müalicəyə getmək istəmirdilər, xəstəxanaya getmək istəmirdilər. Çünki o qədər düşmənə nifrət var idi ki, içlərində və torpaqların işğaldan azad olunması prosesində canla başla iştirak etməyi arzuluyurdular və ona görə də elə yaralı hərbçilərimiz də oldu ki, müharibənin məhz 34-cü günündə onlar da döyüşdülər. Bu proqramımızda da bir neçə şəhidimiz haqqında sizə məlumat verəcəm. Dəyərli izləyicilərimiz, ilk olaraq şəhid Elməddin Nəsirov haqqında sizə danışacağım. Elməddin Nəsirov 1983-cü il oktyabrın 8-də Qazax rayonunun Ağköynək kəndində anadan olub. Elməddin 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan ordusunun çavuşu olan Elməddin Nəsirov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrailin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəsirov oktyabrın 26-sında Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Elməddin Nəsirov ölümündən sonra Vətən uğrunda döyüşdə fərqlənməyə görə, Füzulinin azad olunmasına görə və 3-cü dərəcəli Vətənə xidmətə görə ordenləri ilə təltif edilib.
Şəhid Pərvin Babayev haqqında da məlumat verirəm sizə. Pərvin Babayev 2001-ci il sentyabrın 26-sında Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi Pərvin Babayev. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən Ensaylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Pərvin Babayev oktyabrın 6-sında Füzuli döyüşləri zamanı şəhid olur. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Pərvin Babayev ölümündən sonra vətən uğrunda cəsur döyüşçü Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Şəhid Eşkin Bağırov haqqında da sizə məlumat verirəm, dəyərli izləyicilərimiz. Eşkin Bağırov 1991-ci il aprelin 1-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Azərbaycan ordusunun kiçik çavuşu olan Eşkin Bağırov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eşkin Bağırov sentyabrın 27-sində Murovdağ döyüşləri zamanı şəhid olub. Eşkin Bağırov ölümündən sonra vətən uğrunda igidliyə görə Kəlbəcərin azad olunmasına görə və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunub. Digər bir şəhidimiz Rüfət Əskərov haqqında da sizə məlumat verirəm. Rüfət Əskərov 1997-ci il yanvarın 29-da Rusiya Federasiyasının Rostov şəhərində dünyaya göz açıb və 2004-2015-ci illərdə Bəhlulzadə adına Qaraçuxur qəsəbəsi xarici dillər təmayüllü gimnaziyada, 2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində menecment ixtisası üzrə təhsil alıb. Rüfət Əskərov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və Rüfət oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb. Rüfət Əskərov ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalı ilə təltif edilib. Davam edirik, dəyərli izləyicilərimiz. Bizim şəhidlərimizi son zamanlar süni intellektlə canlandırırlar və sanki onlar sağdır deyə bir təəssürat yaranır insanda. Bu dəfə də şəhid Xudayar Yusifzadənin süni intellektlə canlandırılmış bir görüntüsü var. Onu sizə təqdim edirik. Salam, mən Xudayar Yusifzadə. Gözümüzü torpaqlarımızın azadlığı amalı ilə açdıq. Bu amalla da yumduq. Məqsədimizə çatdıq. Məni vətən yaxşıdır mahnısı ilə daha çox tanıdınız. Arzum budur ki, övladlarınız da məni və yoldaşlarımı unutmasınlar. Bir zamanlar əskərlikdə bölük növbətçisi otağa girib əskərləri ayağa qaldırırdı. Diqqət bölük, qalx ayağa deyirdi. Bu dəfə də növbətçi içəri girdi. Diqqət bölük, qalx ayağa söylədi, amma kimsə o çarpaydan ayağa qalxmadı. Çünki o bölükdə hər kəs şəhid olmuşdu. Diqqət bölük, qalx! Azərbaycanın qəhrəman oğulları və heç zaman yaddaşımızdan silinməyəcək şəhidlər. Ötən gün bir şəhid bacısı mənə şəhidimizin videolarını göndərmişdi. Onu sabahki proqramımızda inşallah təqdim edəcəyik. Və belə bir şey ora qeyd etmişdi ki, Səidə xanım, çox arzu eləyirəm ki, heç kəs şəhidlərimizi unutmasın. Şəhidlərimiz həmişə xatırlansın. Bu, əksər şəhid valideynlərinin arzusudur, əksər şəhid doğmalarının arzusudur, amma şəhidləri xatırlatmağa ehtiyacı yoxdur. Özünü bu vətənin daşı hesab edən vətəndaşı, hamısı şəhidləri, təkcə elə 27 sentyabrdan noyabrın 8-nə qədər deyil və yaxud da ki, antiterror tədbirləri zamanı deyil və yaxud digər qisas əməliyyatı zamanı deyil. Hər daim xatırlamalıdırlar. Ələxsus da Qarabağa ilk addımı qoyanda ki, o zəfər yolu ilə Qarabağa daxil olursan,
onda hiss eləyəcəksənsə eləyəcəksən. Yox, hiss eləməyəcəksənsə o artıq başqa məsələdir. Yəni onu demək istəyirəm ki, bu bizə sosial şəbəkə üzərində öz şəhidləri haqqında məlumatlar ötürənlər biz daim deyirik 077 379 07 47. Bu qaynar xəttimiz təkcə şikayətlər üçün deyil. Həm təbii ki, aidiyyatı qurumların geri dönüşü üçündür, həm də ki, sizin şəhidləriniz haqqında məlumatın toplanması üçündür. Çünki bizim elə şəhidlər var ki, dilimizin əzbəridir. Gecə yuxudan da qaldırsalar, adını sorsalar deyərik. Amma o qədər qəhrəman oğullar var ki, çox təəssüf ki, bugün onları kifayət qədər tanımırıq biz. Mən çox istəyərəm ki, onları ailələri tanıtsın. Çünki ailə şəhidini tanıtmasa, inanın ki, şəhidinizi kimsə tanımayacaq. Bizə göndərirsiniz. Biz baxırıq, oxuyuruq ki, belə bir şəhid də var idi. Nə qədər medalları var, neçə orada rayonun, kəndin işğaldan azad olunmasında iştirak edib. Ona görə siz tanıdın, göndərin bizə. Qoyun bizim şəhidlərimiz arasında da o fərq qoyulmasın ki, bu tanınan şəhiddir. Bu şəhidin isə nə qədər qəhrəmanlıqla keçdiyi həyat yolu var, amma kimsə bilmir. Niyə? Çünki valideynlər səhlənkardır. Şəhidlərinizi özünüz mütləq tanıtmalısınız. Özünüz övladınızı təqdim etməlisiniz. Mənə göndərin, digər şəhidlərlə bağlı danışan jurnalistlərə göndərin, aparıcılara göndərin, qoyun o şəhidlərin hamısı tanısın. Çünki hamısının bir adı var, şəhid adı var. Fərqi yoxdur ki, onlardan kimsə 27 sentyabrda şəhadətə ucaldı, kimsə 30 oktyabrda ucaldı, kimsə son müharibə dayanan günü noyabr ayının 8-i şəhadətə ucaldı. Fərqi yoxdur ki, hamısının bir şəhid adı var və yaxud da ki, 1-ci Qarabağ Savaşında. O gün mən çox bəyəndim bir izləyici 1-ci Qarabağ Savaşında öz qardaşının fotolarını bizə atmışdı və biz onu təqdim etdik, xatırlayırsınızsa, ötən gün yox, ondan əvvəlki proqramımızda. Elə 1-ci Qarabağ şəhidləri ilə də bağlı. Düzdür, onlarla bağlı çox video yoxdur, onlarla bağlı çox şəkil yoxdur, amma bəzi materiallar var ki, onların çox yaxınlarının əlində var. Onları da bizə yönləndirin və biz buradan onları da təqdim eləyək. Gülüşünü əbədiyyətə miras qoyan şəhidlərimizin görüntüləri var və elə görüntülərdir ki, heç onun üçün şərhə ehtiyac yoxdur. Apar yanına, gözümü yaşına vuruyum. Apar yanına, ömrüler gülüm andan doyum. Apar yanına, kurtarım sensizlik odunla. Apar yanına, korkuram ki çıkabilir Həm təsirli görüntülərdə, həm qürur verici görüntülərdə özlərindən sonra bəli şəhidlərimizin bir çoxunun bu kadrları qalıb. Gülən və yaxud da ki, hansısa bir musiqi sədaları altında oynayan və yaxud da ki, o döyüşə, digər döyüş yoldaşlarını səsləyən, yəni mərd cəsur qalıb gözümüzün önündə. Və bu musiqinin üzərinə bir gəlmək istəyirəm, apar yanına. İlkin Dövlətovun ifasından, ən möhtəşəm ifalarından biridir. Ümumiyyətlə, Azərbaycan incəsənəti üçün həqiqətən də bir tapıntıdır İlkin Dövlətov. Bizim ötən illərdə Avroviziya mahnı müsabiqəsində də Azərbaycanı təmsil etdi. Azərbaycan səhnəsi üçün yaradılmış bir şəxsdir deyə bilərəm, bir müğənnidir deyə bilərəm. Bizim çox Avroviziya iştirakçılarımız var, amma hardadılar, neynirlər, ümumiyyətlə nələr təqdim edirlər, nə ilə çıxırlar izləyici qarşısına. İkisi, üçü var ki, bugün də hər hansısa musiqilər də çıxır qarşımıza, amma bəziləri var ki, ümumiyyətlə heç bir fəaliyyət göstərmirlər deyə bilərik. Amma İlkin Dövlətov elə bizim ifaçılarımızdandır, müğənnilərimizdəndir ki, hər daim üzərində işləyir. Bir də elə mahnılar yaradır, mən əsərlər yaradır deyərəm, çünki həqiqətən də çox möhtəşəmdir və xüsusən də bu ifası apar yanına ifası. Yəni bu görüntülərin də üzərində əslində çox gözəl oturdu o musiqinin sözləri. Çünki bizim bəzi şəhid anıları var ki, bugünün özündə də arzu edirlər. Sual verərsən, deyir, ən böyük arzum odur ki, şəhidimin yanına gedim. Onunla görüşüm. Allah bütün şəhidlərimizə rəhmət etsin və davam eləyirik, dəyərli izləyicilərimiz. Ötən gün Türkiyə Cumhuriyyəti öz Cumhuriyyət gününü qeyd etdi. 102-ci yaşını
qeyd eləyirdi Qardaş Türkiyə. Və orada çox maraqlı bir sosial çarx çəkilmişdi. Qardaş Türkiyədə ümumiyyətlə türklərin bayraq sevgisi də çox möhtəşəmdir. Əksəriyyətinin bayraq sevgisi həqiqətən də, yəni baxırsan səni duyğulandırmadan ötüb keçə bilməz bu görüntülər. İndi sizə bir görüntülərə təqdim eləyəcəyik. Hansı ki, dediyim kimi, o bir sosial çarxdır və bilərəkdən Türkiyə bayrağını dayandığı hündürlükdən yerə doğru buraxırlar. O bayraq yerə düşəcəkmi? Yoxsa kimsə qaçıb onu ən son anda yerə dəyməkdən xilas eləyəcək? Belə bir görüntülər var. Sizinlə birlikdə izləyək. Ondan sonra isə ötən gün Türkiyə bayrağı bizim Azərbaycanda hansı bina və yer üzərində göstərilib, onu da sizə təqdim edəcəm. Bəli, çox möhtəşəm kadrlar idi. Ümumiyyətlə, torpağını sevən, vətənini sevən, bayrağını da sevməlidir mütləq şəkildə. Və ötən gün Heydər Əliyev mərkəzi, bir yaxınlaşdırıb göstərsək bunu, zəhmət olmasa. Heydər Əliyev mərkəzi də Türkiyə bayrağı ilə rəngləndirildi. Niyə? Çünki az öncə qeyd etdim ki, ötən gün bizə qardaş olan, dost olan və o türklər demiş, iyi gündə, kötü gündə, yaxşı və pis gündə bizimlə bərabər olan, bizim bərabər olduğumuz qardaş Türkiyənin Cumhuriyyət günüydü. Mustafa Kemal Atatürk'ün əsasını qoyduğu Cumhuriyyət ötən gün 102 yaşını qeyd eləyirdi. Və Heydər Əliyev mərkəzi də bu şəkildə Türkiyə bayrağının görüntüsü ilə görüntülənmişdi və qeyd edeyim ki, Bakıda Heydər Əliyev mərkəzi 29 oktyabr Türkiyə Respublikasının günü ilə əlaqədar bu ölkənin bayrağının təsviri ilə işıqlandırılıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım eləyib. Qardaş Türkiyə Cumhuriyyəti günü münasibəti ilə təbrik eləyirik. Bu dəqiqələrdə Heydər Əliyev mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir deyə Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd eləyib. Davam edirik, dəyərli izləyicilərimiz. Bakıda daha bir ərazidə binalar plana düşdü. Bununla bağlı da xəbəri sizin diqqətinizə çatdıracağım. Belə ki, Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılıb. Çünki orada binalar plana düşüb. Söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir. Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanıb. Layihəni həyata keçirən Kursus Nizami MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaların yerinə 16 mərtəbəli binalar istifadəyə veriləcək. Qeyd olunub ki, sakinlərlə müqavilə bağlanılıb. Buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq. Yeni binadan mənzillərlə təmin olunacaqlar. Qeyd eləyək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. Montenegrodakı Azərbaycanlılara çağırış olunub, kütləvi aksiyalardan uzaq durun. Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı Montenegro hüquq mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır. Bu barədə Azərbaycanın Montenegrodakı diplomatik nümayəndəliyi bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycanın Serbiyada səfirliyi və Montenegrodakı diplomatik ofisi
Podgoritsada baş vermiş Türkiyə vətəndaşlarının bir Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən ixtişaşlarla əlaqədar yayılan məlumatları diqqətlə izləyir. Səfirliyimiz və diplomatik ofisimiz Montenegroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədi ilə zəruri tədbirlər görür. Diplomatik nümayəndəlik Montenegro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək ictimai əsayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədi ilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yeni qanunvericiliyin tələblərinə yerli qanunvericiliyin tələblərinə ciddi nəzarət etməyi, bunlara ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofislə əlaqə saxlamağı tövsiyə eləyirlər. Yəni, ölkə xaricində, daha dəqiq desək, Montenegroda belə bir ixtişaşlar varsa, təbii ki, aidiyyatı qurumlar da bu çağırışı eləyəcəklər ki, Azərbaycanlılar bu prosesdən uzaq dursunlar. Davam edirik, dəyərli izləyicilərimiz. Bir yaşlı körpə ehtiyatsızlıqdan su kanalına düşüb. Belə ki, bir yaşlı körpə ehtiyatsızlıq nəticəsində həyətlərindəki su kanalına düşərək həyatını itirib. Hadisə İsmayıllının Diyalı kəndində baş verib. Bir yaşlı Səma Məmmədova həyətyanı sahədə oynayarkən anasının gözündən yayınaraq su kanalına düşüb. Nəticədə körpə boğularaq ölüb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Körpənin meyidi aidiyyatı üzrə ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon prokurorluğunda araşdırmanın aparıldığı deyilir. Astarada 17 yaşlı gəlin toydan bir gün sonra dünyasını dəyişib. Astarada 2 gün əvvəl toyu olan gəlin həyatını itirib ötən gün. Gəlinin 29 həftəlik hamilə olduğu bildirilirdi. Toy da normal keçdi, qəşəng idi. Uşaq gəldi, meydana da qəşəng çıxdı. Sonra axşam eşitdim ki, qızı halı pisləşib. Astaranın Dolu kənd sakini 17 yaşlı Əfsanə İmanova ilə 20 yaşlı Amil Gövziyevin dünən Deqədi kəndində şadlıq saraylarından birində toy məclisi olub. Toyda gəlin özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Yetkinlik yaşına çatmayan qıza toy edilməsinə səbəb onun həmkəndlisi ilə münasibət qurması olub. Onların ailəsi bu hadisədən bir ay əvvəl xəbər tutub. Bundan sonra qızın artıq hamilə olduğu məlum olub. Daha sonra ailələr təcili toy etmək qərarına gəlib. Toydan bir saat sonra isə gəlin, yəni Əfsanə xanımın vəziyyəti ağırlaşmış. Onu dərhal Astara rayon mərkəzi xəstəxanasına aparıblar. Həkimlərin müayinəsi nəticəsində məlum olmuşdur ki, qızın bətnində 7 aylıq döl tələf olmuş və nəticədə qızın həyatını xilas etmə mümkün olmamışdır. Baş verən hadisə ilə bağlı təbibdən bildirilib ki, toyu olan qıza 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatışmazlığı, toksik ensefalopatiya, septik şok diaqnozu təyin olunub. Xəstə təcili olaraq reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşuldu və xəstədə heç bir irəliləyiş olmadığı üçün getdikcə vəziyyətinin kəskinləşməsi saat 6 radələrində xəstə süni tənəffüs aparatı adında bioloji ölüm qeydə alındı xəstədə. 17 yaşlı gəlinin hansı səbəbdən öldüyü dəqiq ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Çox təəssüf ki, belə hadisələr də olur. Bəli, dəfələrlə deyilsə də ki, 16 və 17 yaşında ailə qurmaq olmaz bu Azərbaycan qanunvericiliyinə ziddir. Düzdür, burada artıq hamiləlik baş vermişdir. Çünki birlikdə yaşayırmış, o sevgili cütlük, hamiləlik var imiş. Ona görə də ailələr artıq toy etmək qərarına gəliblər. Amma çox təəssüf ki, toydan da bir gün sonra xanım dünyasını dəyişib. Allah ailəsinə səbir versin. Dəyərli izləyicilərimiz, qaynar xəttimizi diqqətinizə çatdırmaq istəyirəm. 077-379-0747 qaynar xətt nömrəmizdə gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa və bizim işıqlandırmağımızı istəyirsinizsə, yenə də qaynar xəttimizə probleminizi şərhli şəkildə
çəkin və göndərin. Bəzən çox uzun videolar göndərir izləyici bizə. Baxırıq ki, 12 dəqiqə videodur. Amma niyə çəkib göndərib? Nə istəyirsə burada, yəni biz gerçəkdən onu anlamırıq. Çünki hər şeydən danışırlar. Bir-birlərinə ötürə o telefonu hamısı çox xahiş edirik. 2 dəqiqə, 3 dəqiqə probleminizi çəkin göndərin ki, biz anlayaq görə ümumiyyətlə sizin nə probleminiz var. Qapının içərisindən girib ta ki bütün otaqlardan problemini çəkib bizə atırsınız. Amma biz kiməsə ev verən deyilik. Biz kiminsə evini də təmir elətdirən deyilik. Çünki ona qalsa özümüzün o qədər ev problemimiz var ki, birinci özümüzdən başlayacaq. Amma biz bunları eləyən deyilik. Ona görə də evinizin təmir problemi ilə bağlı bizə heç nə göndərməyin, onsuz da biz buradan işıqlandırmayacaq. O məsələləri yer gəlmişkən elə bunda diqqətinizə çatdırdım. Dəyərli izləyicilərimiz, qısaca bir reklam fasiləmiz var. Reklamlardan sonra yenə də burada görüşəcəyik və qaynar xəttimizə bolluca şikayət gəlib. Onun da hər birini sizin diqqətinizə çatdıracaq. Yetər ki, bizi izləyəsiniz. Proqramımıza yeni qoşulan izləyicilərimiz, sabahınız xeyirli, gününüz uğurlu olsun. Artıq saatlarımız 8-i keçdi, 9-a işləyir. Övladlarını məktəbə qoyub gələn valideynlər də artıq bizim proqramımızı izləyirlər. Əməkdaşlarımız reklam arasında fürsət olan kimi çıxırlar bir havaya və mən də dərhal soruşuram ki, çöldə vəziyyət necə? Deyirlər, bir yağış yağır ki, tut ucundan göyə çıx paytaxt Bakıda. Burada bölgələrdən də əməkdaşlar, daha doğrusu izləyicilərimiz bizə yazırlar, amma bəzi artıq əməkdaşımızı gündəlik demək olar ki, bölgənin problemini çəkir, bizə göndərir. Orada da söyləyirlər ki, cənub bölgəsində yağışlar var, digər bölgələrdə yağışlar var. Yağış deyirlər ki, ruzudur, bərəkətdir və ümumiyyətlə mənim ən çox sevdiyim hava şəraitidir, yağışlı hava. Bəziləri sevir, bəzisi də yol gedəndə palçıq olur deyə xoşuna gəlmir. Düzdür, çox yağmasın, çünki çox yağsa artıq yollar yenə də keçilməz olacaq. Və davam eləyirik. Xaçmaz şəhər 2 nömrəli məktəbin ibtidai sinif müəllimi 42 yaşlı Elnarə Hümmətova bir neçə gün öncə yaşadığı evdə ürək tutmasından vəfat edib. Şagirdlərin onunla sağollaşma və vidalaşma görüntüləri yayılıb sosial şəbəkələrdə. İzləyək. Ağrılarım, acılarım dinməyib, sən gedəndən bir gün yüzüm gülməyib. Bu dünyanı görən gözüm görməyib. Yolun düşsə bu dünyaya bir də gəl. Bilirəm ki, getdiyim yol uzaqdır. Hər bayramım bir tələdir, tuzaqdır. Hər bayramım bir tələdir, tuzaqdır. Sən gedəndən ev eşikdə sazaqdır. Sən gedəndən ev eşikdə. Yolun düşsə bu dünyaya bir də gəl. Yaxşı müəllimlər həmişə xatırlanır. Yaşı neçə olsa da və neçə yaşında dünyasını dəyişsə də yaxşı müəllimlər, bizə doğma olan müəllimlər hər zaman xatırlanır ki, bu da ibtidai sinif uşaqları tərəfindən yad olunan 42 yaşlı Elnarə Hümbətova idi. Davam edirik dəyərli izləyicilərimiz. Ötən gün səhər saatlarında 160 sayılı avtobus anidən alışaraq yandı. Avtobusun təkcə o dəmir konstruksiyaları qalmışdı və salam. Və yanğın zamanı xəsarət alan olmasa da avtobus tamamilə yararsız hala düşmüşdü. Təəssüf ki, hazırda paytaxt Bakıda köhnə, istismarı illər öncə başa çatmış, sərnişin daşınmada istifadə olan avtobuslar var ki, hazırda onlar yenə də sərnişin daşıyırlar. Bu da öz növbəsində vətəndaşların həyatı üçün ciddi təhlükədir. Mövzunu Space xəbərin əməkdaşı Rəşad Vəkiloğlu araşdırıb izləyək. Bu maşın 3 gün bundan qabaq bir dənə naklatka ilə gəlib və salam, hər gün də baxış keçirilir. Xoşbəxtlikdən yanğın avtobusun xəttə çıxmasından bir neçə dəqiqə öncə baş verib və hadisə zamanı avtobusda sürücüdən başqa heç kim olmayıb. Sürücü isə hadisəyə müdaxilə etməyə çalışsa da yanğının qarşısını ala bilməyib. Çıxıb texnik nasazlıq olub, hər gün yoxlanılır maşınlar.
Əgər həmin hadisə sərnişinlərin avtobusda olduğu anda baş versəydi, sözsüz ki, bir neçə saniyəlik gecikmənin nəticələri çox faciəvi ola bilərdi. Mütəxəssislər bildirir ki, bu cür avtobuslarda qapıların və pəncərələrin çoxu mexaniki sistemlərlə açıldığı üçün hadisə zamanı insanların çıxışı çətinləşir. Avtobus bu parkda hər gün, yəni iş saatı bitdikdən sonra onun mühərrik hissəsinin sazlığı yoxlanılır və ondan sonra o xəttə buraxılır. Bəs əgər hər gün sazlığı yoxlanan avtobus niyə işə çıxmamışdan öncə alışıb yanıb? Xəttdə olan bütün avtobusların texniki vəziyyətinin hər gün işin sonunda yoxlanıldığını deyən 160 saylı daşıyıcı şirkətin əməkdaşı Məhərrəm Həsənovun sözlərinə görə avtobusun alışıb yanmasına səbəb mühərrik hissəsində əmələ gələn qısa qapanma olub. Sözü gedən xəttdə olan bütün avtobuslar müasir standartlara cavab verir deyə daşıyıcı şirkətin əməkdaşı bildirdi. Qısa qapanmadan olub. Yəni burada başqa bir problem yoxdur. Avtobus belə baxanda təzə avtobusdur. 5 ildir istismardadır. Hazırda təkcə paytaxt Bakı və ətraf ərazilərə işləyən, onlarla istismar müddəti çatmış və sərnişinlər üçün təhlükə mənbəyi olan sərnişin avtobusları bugün də istifadədədir. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə hazırda paytaxt üzrə müntəzəm marşrut xəttlərində 2300-dən çox avtobus istismar olunur. Həmçinin dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz və elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir və onların sayının 2800-ə çatdırılması hədəflənib. Agentlikdən o da bildirildi ki, bu il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Əlavə olaraq yaxın zamanlarda daşıyıcılar tərəfindən Bakı şəhərində istismar edilməsi üçün ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək. Cəmi 5 ildə avtobus istismara verilib, amma gördüyünüz kimi qısa qapanma, çünki aidiyyatı qurumun əməkdaşı elə dedi, qısa qapanmadan avtobus bir anın içərisində alışıb yanıb. Bəli, xoşbəxtlikdən içərisində adam olmasa da, amma yenə də daşıyıcı şirkətə də küllü miqdarda ziyan dəyib. Davam edirik. Güzəştli mənzillər satışa çıxarılır. Mənzil inşaatı Dövlət Agentliyinin layihələri Hövsan Yaşayış Kompleksinin 1-ci mərhələsi, Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçiriləcək. Ümumilikdə 627 mənzilin satışı dekabrın 3-də saat 11:00-da başlayacaq və dekabrın 12-si saat 11:00-a davam eləyəcək. Mənzillərin seçimi 9 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-a davam eləyəcək. Bu elan çərçivəsində satışa çıxarılan mənzillər həm öz vəsait hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka krediti vasitəsilə əldə oluna bilər. Mənzilləri güzəştli ipoteka krediti vasitəsilə əldə etmək istəyən vətəndaşlar mütləq satış tarixinə qədər agent bankların birinə yaxınlaşmalı və ilkin razılıq qərarını əldə etməlidirlər. Əks halda onlar seçim zamanı güzəştli ipoteka krediti vəsait hesabına ödəniş üsulunu seçə bilməzlər. Xaricdə təhsil arzusuna viza əngəlindən də danışacaq. Son vaxtlar xaricdə təhsil almaq istəyən gənclər viza müraciətində çətinliklə üzləşirlər. Bəzi hallarda sənədlər tam qaydasında olsa da tələbələr rədd cavabı alır və bu da onların təhsil planlarını əngəlləyir. Bəs görəsən viza rəddinin əsas səbəbləri hansılardır? Xaricdə təhsil üçün müraciət edib, lakin vizadan rədd cavabı alıb. Tofiq Məmmədəliyev magistr təhsilini Polşada davam etdirmək istəsə də viza problemi səbəbindən ölkədən gedə bilməyib. Magistr üçün xarici təşkil şirkətlərinin birinə müraciət elədim. Müraciətim qəbul olundu. Polşanın Wisła Universitetindən qəbulum gəldi. Sənədlərim falan hamısını tərcümədir, sənədlərdir, hamısı qəbul olundu, hamısını həll elədim. Lakin bu Polşadakı mən müraciət eləyən zaman miqrantlarla bağlı konsul dəyişikliyinə görə mənə vizama rədd cavabı gəldi. Qəhrəmanımız bildirir ki, viza ilə bağlı belə problemlərlə üzləşən tələbələr kifayət qədər çoxdur. Onların bir çoxu qəbul məktublarını almasına baxmayaraq vizalarını ala bilmir. Biraz araşdırdım və gördüm ki, yox, yəni tək mənim problem deyil. Tanıdığım, yəni
bəlkə bir ondan çox tələbənin viza problemi, yəni eyni qaydada hamısına rədd cavabı gəlir. Bəs hazırda tələbələrin viza alma prosesində əsas problemlər nələrdir? Hazırda hansı ölkələrin viza prosesi daha çətindir? Xaricdə təhsil eksperti Aysə Aslanova deyir ki, əsas problemlər arasında sənədlərin düzgün tamamlanmaması, uzun cavab müddətləri və səfirliklərin sıx iş qrafiki dayanır. Xüsusilə Almaniya, Kanada və Fransa kimi ölkələrdə isə görüş tarixlərinin gec verilməsi tələbələrin planlarını gecikdirir. Ən çox rast gəlinən səbəblər maliyyə sübutlarının qeyri-kafi olması, təhsil məqsədinin qeyri-aydın göstərilməsi və ölkəyə qayıdış niyyətinin zəif əsaslandırılmasıdır. Bəzən tələbələr niyyət məktubunda və ya müsahibədə öz planlarını inandırıcı təqdim edə bilmirlər. Bəs viza alma şansını artırmaq üçün tələbələr nə etməlidir? Tələbələr sənədlərini erkən hazırlamalıdır mütləq şəkildə, niyyət məktubunda planlarını dəqiq və səmimi izah etməli, sponsorluq və maliyyə sübutlarını rəsmi şəkildə təqdim etməlidirlər. Əlavə olaraq isə təhsil proqramı ilə gələcək plan arasında əlaqə göstərmək çox önəmlidir. Ekspert deyir ki, şirkətlərin də viza prosesində rolu böyükdür. Çünki peşəkar müşahid tələbənin viza şansını əhəmiyyətli dərəcədə artırır. Bəli, dəyərli izləyicilərimiz, gördüyünüz kimi tələbələr viza problemi yaşayırlar, viza problemi ilə üz-üzə qalırlar, amma aidiyyatı məşğul olanlar da söyləyirlər ki, bəli, orada dolğun cavab verilmir, orada yazılan anketlər və s. və əlaxır. Yəni, müxtəlif səbəbləri var bunun, uzun sözün qısası söyləyə bilərik. Çox maraqlıdır, canlı efirdə olanda adama zəng edilməsi məsələsini müəyyən bir şeydən də anlamıram. Davam edirik. Deməli, regionlarda bərpa quruculuq və sənayenin inkişafından danışacaq. Sabirabad və Cəbrayıl rayonlarına media tur təşkil olunub. Media nümayəndələri Sabirabadda istifadəyə verilən istehsal müəssisələri və azad olunan ərazilərdəki bərpa quruculuq işləri barədə məlumat alıblar. Sabirabad Sənaye Məhəlləsində fəaliyyət göstərən Humix Məhdud Məsuliyyətli Cəmiyyətinin agrokimyəvi vasitələrin istehsalı müəssisəsində istehsal olunacaq gübrələr ixrac ediləcək. Hazırda müəssisədə orqanik mineral, kimyəvi və qranul gübrələr istehsal olunur. Orqanik mineral, kimyəvi və qranul gübrələrin istehsalı nəzərdə tutulub. Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18.000 tondur. Azera Toxumçuluq müəssisəsində daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. Tural Abdullazadə bildirdi ki, burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. İllik istehsal gücü 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2000 ton arpa və 2000 ton buğda istehsalıdır. Sabirabadda eyni zamanda su filtrləri müəssisəsində istehsal olunan cihaz və ehtiyat hissələri də ixrac edilir. Məlumat verildi ki, layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Sabirabad Sənaye Məhəlləsində yerləşən Taşobası müəssisəsində 80 iş yeri yaradılıb. Müəssisənin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Ötən gün İmişlidə açılışı olan Promalt Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsi Cənubi Qafqazda pivəli arpa emalı üzrə ixtisaslaşmış ilk istehsal obyektidir. Media nümayəndələrinə məlumat verilib ki, müəssisədə arpanın xüsusi prosedurlardan keçərək emalı nəticəsində pivə istehsalında əsas xam mal olan malt istehsal edilir. Müəssisənin illik istehsal gücü 11.000 ton təşkil edir. Müəssisə bir sıra göstəricilərinə görə ölkə iqtisadiyyatı üçün önəmlidir. Media tur çərçivəsində jurnalistlərə ümumi sahəsi 248 hektar olan Horovul kəndi barədə də məlumat verildi. Bildirildi ki, ilkin mərhələdə burada 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə təmin olunub. Parkın ərazisində qazıntılar zamanı aşkar edilmiş su dəyirmanı da bərpa olunub, yəni bir tarixi abidə kimi bərpa olunub. Kəndin ərazisində vaxtilə 30-cu illərdə inşa edilmiş bu su dəyirmanı 2-ci Dünya Müharibəsində sakinlərin əsas həyat mənbəyi kimi iştirak eləyib və tarixə bir xatirə olaraq onun bərpası həyata keçirilibdir. Bundan başqa kənddə 2 mərtəbəli inzibati bina da inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədi ilə müasir situasiya mərkəzi yaradılıb. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bərpa və yenidən qurma işləri sürətlə davam etdirilir. Böyük qayıdış proqramı çərçivəsində yeni kəndlər, qəsəbələr və infrastruktur obyektləri yaradılır.
Davam edirik dəyərli izləyicilərimiz. Bizə yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Gününüz xeyirli, uğurlu olsun, yağışlı. Bakıdan, paytaxt Bakıdan dünyanın hər yerinə qucaq dolusu salam göndərir. Çünki dünyanın hər yerindən bizi izləyən Azərbaycanlılar var. Və diqqətinizə çatdırmaq istəyirəm ki, qaynar xəttimiz 7-24 ixtiyarınızdadır. Və 077 379 07 47 qaynar xətt nömrəmizdir. Əgər hansısa bir maraqlı hadisəyə şahidlik eləyirsinizsə, qeyri-adi nələrlənsə rastlaşmışsınızsa, yolda, getdiyiniz yerdə, haradasa çəkib video və yaxud da ki, fotonu bizə göndərə bilərsiniz. Əgər probleminiz varsa, şikayətiniz varsa, aidiyyatı qurumlara dəfələrlə deyirsiniz, amma onlar bu problemi həll etmirlərsə, bizim qaynar xəttimizə video formatda öz üzünüz düşmək şərti ilə dəfələrlə deyirəm, amma izləyici ayağını çəkir ki, üzünü çəkmir. Əlini çəkir ki, üzünü çəkmir. Bilmirəm ki, izləyiciləri görsələr efirdə nə olacaq, nə baş verəcək ki. Şikayətinizi eləyəndə dolğun eləyin ona görə də. Mütləq özünüzü təqdim edin, tanıyaq sizi. Bilək kimsiz, hardan yazırsınız bizə, hardan video çəkib atırsınız bizə. Mütləq bunu eləyin. Davam edirik. Abşeron rayonu Masazır kəndində yerləşən 13 mərtəbəli binada istilik sistemi işləmir. Qazanxananın fəaliyyəti dayandırıldığı üçün artıq bir neçə aydır burada həm istilik sistemi yoxdur, həm də ki, isti sudan bina sakinləri istifadə eləyə bilmirlər. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də müraciətləri nəticəsiz qalıb. Binada yəni istilik sistemi sıfır vəziyyətdədir, yəni verilmir. Koteldə iş dayandırılıb. İsti suyumuz yox. Bir dəqiqə durmuşuq da. Bura istidir. Gedək mənim evimə. Mənim evim buz kimi. Mən 3 aydır xəstə yatıram. Həm qazanxana istilik buradan təmin olunur, həm də su buradan təmin olunur. Yəni bu işləmirsə təsəvvür edin çöküb də bura. Söhbət Masazır kəndi Duz zavodu yolu 2-ci massivdə yerləşən Məzun evi sosial xidmət müəssisəsindən gedir. Bura valideyn himayəsindən məhrum gənclərin məskunlaşdığı binadır. Sakinlər bildirirlər ki, artıq 7 aydır istilik sistemi işləmədiyinə görə həm evlər soyuqdur, həm də isti su yoxdur. 6-7 aydır ki, qazanxananın fəaliyyəti tamamilə dayandırılıb. İş gedirdi, həmən işidə bir həftə bundan qabaq atdılar, yarımçıq sıxdılar, getdilər. Çox uşaqlı ailələrdir bunlar hamısı. Qış girsə, yəni bu həlli bərbad olacaq da. O 3 dənə qazan sistemindən biri sıradan çıxırdı, ikisini istifadə edirdilər. O olmaz da, yəni 3 dənə qazan işləməlidir ki, eyni dərəcədə 3 dənə binaya və 4 dənə binaya normal, stabil qaytarsın da istilik sistemi. Sıradan çıxırdı, gəlirdilər, yalandan yamalayırdılar, çıxırdılar, gedirdilər. Elə indi opşu hamısı sıradan çıxıb. İndi bu dəqiqə hava sərindir, qışa doğru gedirik, bir ayımız qalıb. Bu qışda yaxşı nə qaracaq? Sakinlər bildirirlər ki, aprel ayından bu yana dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da heç bir müsbət nəticə yoxdur. Dediklərinə görə hər dəfə problemin yaxın zamanda həll olunacağı vəd edilsə də vəziyyət dəyişməyib. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirildi ki, ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Sakinlərin istiliyi ilə bağlı yaranan narahatlığının aradan qaldırılması istiqamətində də müvafiq işlər artıq yekunlaşmaq üzrədir. Deməli, bu gördüyünüz bina valideyn himayəsindən məhrum olan uşaqlar üçün dövlət tərəfindən inşa edilən və verilən binadır ki, orada da çox sayda mənzil var və o mənzillərdə valideyn himayəsindən məhrum olan artıq uşaqlar da demirəm, çünki onlar ailə həyatı qruplar, onların övladlarının artıq özlərinin övladları var. Uzun sözün qısası, dövlətin sığınacaq verdiyi və mənzillərlə təmin etdiyi valideynsiz övladlar var burada. Dövlət təmin eləyir, hər cür şəraitini yaradır bu uşaqlara. Aidiyyatı qurumlar bir istilik sistemini, qazanxana problemini həll edə bilmirlər. Bu bina ona görə istifadəyə verilməyib ki, orada qazanxana xarab olsun və 6 aydır siz də əlinizi qolunuzu sallaya-sallaya gəzəsiniz. Bu insanlar onsuz da həyatın ən ağır dönəmlərindən çıxan biriləridir. Və bugün dövlət onlara qucaq açır. Dövlət onlara isti yuva verir. Düzdür, indi yuvaları istidir, çox soyuqdur. Çünki artıq isidə bilmirlər. Və 6 aydır bu qazanxananın problemi həll olunmur. Çox maraqlıdır, niyə həll olunmur? Və bir şey xarab oldu deyə onun qapısını bağlayıb
gedib rahat oturmalısınız. Siz yox. Qazanxana yoxdursa bu binanın isti suyu yoxdur. İsti su yoxdursa necə normal yaşayışdan söhbət gedə bilər? Yəni biz hər gün isti sudan istifadə edirik də insan olaraq, hər birimiz. Yəni elə bir insan tapmazsan ki, o ümumiyyətlə 6 ay isti sudan istifadə eləməsin. Yəni belə bir şey mövcud deyil axı. Şikayət etmişdi həmin bu binada yaşayanlar və Space xəbərin əməkdaşları getdilər, çəkdilər, işıqlandırdılar. Bundan öncəki proqramlarımızda da biz bunu təqdim etmişdik. Amma heç ruhu da incimir aidiyyatı qurumun. Sanki belə olmalıdır deyə yanaşırlar. Amma niyə belə olmalıdır ki? Bunun qarşıdan qışı gəlir. Soyuq suya heç parmağımızın ucunu da toxundura bilmirik. Çünki su buz olur. Və bu insanları siz bu şəraitdə yaşamağa məcbur edirsiniz. Hə, ola bilsin ki, deyəcəksiniz ki, qazanxanada nələrsə dəyişməlidir. Bunun üçün bizə maliyyə ayrılmayıb, maliyyə yoxdur. Və yaxud da ki, nə bilim, elə bir illik istismar müddəti var idi, istismar müddətini başa vurdu. Düzdür, indi bu da inandırıcı olmayacaq, amma ola bilsin də, indi aidiyyatı qurum nəsə bir şey deyər. Burada yəni qarşı tərəf kimi hansısa bir mövqeyini mən görmədim, amma ki, mövqeyinizi bizə bildirə bilərsiniz. Bu insanları bu şəraitdə yaşamağa məcbur eləyə bilməzsiniz. Gəlib orada qazanxananın ağzına qıfıl da vurublar. Sanki belə də olmalıdır. İşlədilər, yoruldular, işlətdilər, yoruldular və salam, artıq qıfıllayırlar və bu yazıqlara da deyirlər ki, yaşayın görə necə yaşayasınız. Hava artıq bugündən soyuqdur, yağışlar yağır, evlərində körpə uşaqları var, körpə uşaqları buz kimi su ilə mı çimizdirəcəklər? İstilik sistemi olmadan ümumiyyətlə bu binalara da, yəni su da o istilik sistemi ilə gəlir, ona görə deyirəm. Yəni, bu insanlara belə Allahın ümidini ata bilməzsiniz. Dövlətin qucaq açdığı adamlardan gedir söhbət. Valideyn himayəsindən məhrum olanlara dövlət qucaq açır, amma aidiyyatı qurumun dünya aləm vecinə deyil. Niyə? Çox maraqlıdır. Yəqin ki, indi biz proqramdan sonra da əlaqə saxlayacağıq. Bu qazanxananı kim işlədir, ümumiyyətlə bu binaya kim sahibdir? Hər halda bunun da yəqin ki, bir açıqlamasını bizə verəcəklər. Və davam edirik, dəyərli izləyicilərimiz. Cəllabad rayonu Üçtəpə kəndinin sakini bizə şikayət göndərib qaynar xəttimizə və deyir ki, artizanımız var, amma istifadə eləyə bilmirik. Çünki artizanı enerjidən ayırıblar və bizdən 600 manat pul istəyirlər. Deyirlər 600 manat pul verin, biz də artizan enerjisini verək və siz də bunun suyundan istifadə eləyin. Mən Meyxoşov Hafiz, Cəllabad rayonu Üçtəpə kəndindən. Bizim bu içməli su, 12 ev bu artizandan istifadə edir. Bu artizanın elektrik enerjisini kəsiblər. Bizdən qeyri-qanunu, borcumuz olmaya bizdən pul istəyirlər. 600 manat. 600 manat ver, gəlib birləşdirək. Bax, bizim bu artizanımız 12 evdə, 16 evdə bu artizandan su itir. Su istifadə edir. Bir aydan çoxdur ki, bu artizana 600 manata görə cəmaat susuz qalıb. Pulla alıb su içirik. Maşının 15 manata quyularımıza yatırıb su tökdürürük, ondan istifadə edirik. Qeyri-qanunu bizdən 600 manat pul istəyirlər. Bax, kəsiblər, gediblər. 600 manatı ver, birləşdirək, sudan istifadə edin. 12 evin istifadə etdiyi artizan quyusundan gedir söhbət. Və artizanın enerjisini aidiyyatı qurumlar kəsiblər ki, su gələ bilməsin, yəni su vurulmasın. Və o suyun vurulması üçün də, enerjinin bərpası üçün də 12 ailədən ümumilikdə, səhv etmirəmsə, 600 manat pul istəyirlər. Təbii ki, indi bir şəxsdən istəyə bilməzlər də o məbləği. 12 ailədən 600 manat pul istəyirlər ki, enerjini bərpa eləyək. Və bizə Hafiz Meyxoşov bu problemi çəkib göndərəndə deyir ki, xahiş edirik, biz dəfələrlə demişik, siz də işıqlandırın, bəlkə sizin işıqlandırmanıza baxdılar və bizə su verdilər. Gördüyünüz kimi orada 12 ailədir, 6 deməli xətt bir tərəfdən gəlir, yəni o şlanq vasitəsilə aparırlar o suyu. Ümumiyyətlə artizanla ilə şlanq vasitəsilə gedir sular. Şlanq vasitəsilə hərə öz evinə çəkib aparıb onu, amma indi yoxdur. Oradan su gəlmir və deyir ki, maşını 15 manata
gətirdiririk biz suyun. Maraqlıdır. O elektrik enerjisinə qoşmaq üçün artizanın 600 manatı artizanın özü tələb eləyir. Deyir, 600 manat verməsən mənə, yaxşı pul ayırmasam, vura bilmirəm suya. Alınmır ki, alınmır. Yoxsa 600 manatı o suyu vuracaq kimsə alıb cibinə qoymaq istəyir ki, o enerjini birləşdirsin ki, artizan da başlasın işə. Hər halda maraqlıdır. Aidiyyatı qurum, diqqətinizə çatdırım, Cəlilabad rayonundan gedir söhbət. Bu böyük ehtimal ki, Azərsunun əməkdaşları yəqin ki, bu su varsa Azərsunun əməkdaşlarıdır, qaz varsa Azərqazdır, işıq varsa Azər işıqdır bir mənalı şəkildə. Çünki necə? İşıq kəsilib burada. Yox, artizanın mı işığını kəsiblər, yoxsa ərazidə işıq yoxdur? Artizan işığını kəsiblər. Hə, demək ki, burada işıq idarəsidir. Artıq Azər işıqdır burada fəaliyyət göstərən. Evlərin işığını başa düşdüyü artizanın işığını niyə kəsirsinizsə, yəni onu biz anlamadıq. Bəlkə də deyəcəklər ki, işıq pulu vermirlər. Bəlkə bu da ola bilər. Hər halda Azər İşıqdan qarşı tərəfin cavabını da gözləyirik. Proqramından sonra elə əməkdaşlardan indidən xahiş edim. Bunu yönləndirək biz Azər İşıqın mətbuat katibinə. Çünki su elə məsələdir ki, onun üzərindən belə ötüb keçmək olmaz da. Çünki susuz həyat mümkün deyil də, susuz yaşamaq mümkün deyil və orada da rayon yerində qalanlar, kənd yerində qalanlar, Üçtəpə kəndində qalanlar da. Hər dəfə yəni 15 manat suya bir şey ki, qapının ağzındadır su, sən ondan istifadə edə bilmirsən, pul verirsən ki, biz yeyə bilmirik, ala sən ye, mənə oradan bir maşın su gətir, su da istifadə olunur, ondan sonra da ki, bitir. Biz aidiyyatı qurumlarla efirdən sonra əlaqə saxlayacağıq və bəlkə də elə efir sırasında bizi izləyirlərsə, qaynar xəttimizə cavablarını da göndərə bilərlər. Qısaca bir reklam fasiləmiz olacaq, dəyərli izləyicilərimiz. Reklamlardan sonra yenə də burada görüşəcəyik, bizdən ayrılmayın. Yeni qoşulan tamaşaçılarımız gününüz xeyirli, uğurlu olsun. 077 379 07 47 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və ya video göndərə bilərsiniz. Probleminiz varsa, işıqlandırmağımızı istəyirsinizsə, yenə də qaynar xəttimizə video çəkib göndərə bilərsiniz. Qaynar xəttimizə bir şikayət daxil olub və şikayətdə qeyd olunur ki, 2000 insan Səidə Bəkiri qızına inanaraq bu videonu çəkib göndəririk. İndi bu problemi necə həll eləməyəsən ki, 2000 insan bir kənddən sənə problem ünvanlayır. Demək, söhbət hardan gedir? Lənkəran rayonunu Bürcəli kənd 3-cü küçə adlı kəndin yolları bərbad vəziyyətdədir. Və 2000-dən çox əhali yol bərbad olduğuna görə əziyyət çəkir. Və Lənkəran icra başçısı Talih Qaraşovun kənddən heç bir xəbəri yoxdur, deyir izləyici. Xahiş edirik, bizim nömrəmizi paylaşmayasınız. Biz onsuz da burada nömrə paylaşmırıq, narahat olmayın. Çünki bizi incidərlər deyir sonra bizim nömrəmizi versəz, sonra bizi incidəcəklər. Yəqin ki, Lənkəran icra başçısını nəzərdə tutur ki, Talih Qaraşov onları incidəcək. Xahiş edirik, kəndin icra nümayəndəsi Xəlilov Mehman Bahadır oğlu ilə bağlı da danışasınız. O heç maraqlanmır. Neçə illərdir bu vəziyyətdəyik deyil izləyici. Videolarını izləyək ki, onun ardından deyəcəklərim olacaq. Budur, baxın. Bürcəli kənd, 3-cü küçə kənd bələdiyyəsinin məhəlləsinə baxın. Düp bələmdir. Su da qalmır heç küçəsində. Onun kəndin yoluna baxın. Bərbad vəziyyətdə. Çəkim sizə göstərim. Bu kənddən nə qədər uşaq Xanbulan kəndinə məktəbə oxumağa gedir. Səhər-səhəri bax, bu sudan keçməyə məcbur qalırlar. Bax. Hətta mən ona bir dəfə sual verdim. Dedim, bura niyə qum tökmürsünüz, şirinka tökmürsünüz? Mənə qayıtdı dedi ki, bizim kənd bələdiyyəsi. Dedi, sən vergi verirsən, mən öz cibimdən bunu tökürəm yola. Halbuki kəndin cəmaatı yığır pulu, verir ona. O da şirinka atlayıb gətirir, tökdürür bu yollara. Budur bizim kəndin yolu. Kənd bələdiyyəsinin cibində nə qədər pul var ki, öz cibin pulu ilə yolunu çəkdirir, özünün yolunu çəkdirir. İndi hər halda maaşı ilə çəkdiririk də bunu. Və orada bir hissəni gördüyünüz kimi izləyici göstərdi. Bu planı verək, zəhmət olmasa. Deməli,
yarı yer asfaltlıdır, çünki orada kənd bələdiyyəsi yaşayır. Bildiyim qədərilə kənd bələdiyyəsinin yaşadığı yerdir. Və bu tərəfdə onların yaşadığı ərazidir ki, çala-çuxurlar var, ora dolur su ilə, amma ki, kənd bələdiyyəsi deyir ki, siz vergi vermirsiniz, amma mən öz cibimin pulu ilə düzəldirəm. Bunu həll edirəm. Bu da deyir, yəni onun yaşadığı tərəfə bax, bizim yaşadığımız tərəfə bax deyə. Və 2000 insanın əziyyət çəkdiyi yoldur ki, yağış yağanda bu çuxura düşüb, ayaqları islanıb məktəbə getməyə məcbur olan həm də ki, şagirdlər var. Və bu kənd Bürcəli kəndidir, Lənkəranın Bürcəli kəndidir və orada qeyd eləyir bizə videonu ünvanlayanlar ki, Lənkəranın icra başçısı Talih Qaraşovun kənddən heç bir xəbəri yoxdur. Ümumiyyətlə, Cənub bölgəsində fikir vermişsinizsə, xüsusən icra başçılarının işindən narazı olan çox sayda insan var. Düzdür, keçən dəfə bizə Cəlilabadla bağlı da problem göndərmişlər. Biz burada işıqlandırdıq. Elə mən sosial şəbəkələrdə paylaşdım onu, amma Cəlilabadın icra başçısından o qədər razılıq eləyənlər oldu ki, dedi, vallahi yeganə icra başçısı gələndən sonra Cəlilabad A günə çıxıb. Amma məsəl üçün, hansısa küçədə bir Cəlilabadlı çəkib videonu bizə atır ki, yollarımız bərbad vəziyyətdədir, yaşaya bilməyik. İndi bir qədər sonra, indi vaxtımız qalsa o problemi də sizə həll eləyəcəm. Bərbad bir yolun ortasında dayanıb, o da Cənub bölgəsindən bizə ünvanlanan da, elə səhv eləmirəmsə Cəlilabaddan idi o. Bir qədər sonra sizə təqdim eləyəcəm, bəli. O da yolda, o keçilməz olan yolda dayanıb və oradan da Cəlilabadın icra başçısına ünvanlanır. Malik müəllim idi, səhv etmirəmsə Cəlilabadın icra başçısı. Yəni, nə demək istəyirəm? Rafiq müəllim, üzr istəyirəm. Deməli, məsələ burasındadır ki, bəli, bölgələrdə, xüsusən də Cənub bölgəsində çox insanlar narazıdır icra başçılarının işindən. Təbii ki, icra başçısı indi küçə-küçə oranı düzəldə bilərmi? Bunu da etiraf eləyək ki, bu da alınmaz. Çünki heç məsəl üçün Sumqayıtın bütün küçələri belə qəşəng asfaltlı deyil. Nəinki gedək danışaq, məsələn deyək ki, Lənkəranda və yaxud da ki, Astarada, Cəlilabadda və yaxud da ki, digər məsələn deyək də, indi Bərdədə filanda yer gəlmişkən Bərdə çox gözəldir. Amma ki, yenə də hər yeri küçə-küçə düzəltmək bəzən mümkün olmur. Amma çox böyük çabalar varsa, bunu düzəltmək məcburiyyətindəsiniz. Çünki orada 1-ci sinifdə oxuyan uşaqlar da gedir, 5-də oxuyan uşaqlar da gedir. Yəni, indi işə gedənlər hər rezin çəkməsini geyinirlər. Paytaxtın özündən də bizə belə bir şikayət gəlmiş ki, yolun yarısına qədər rezin çəkməklə çıxırıq. Ondan sonra çəkməmizi gizlədirik, normal ayaqqabımızı geyinirik, davam edirik yolumuza. Yəni, çox insanlar var ki, onlar həyət evlərində yaşayanlar, yol infrastrukturu bərbad vəziyyətdə də o şəkildə gedirlər. İndi burada da söyləyirlər ki, Talih Qaraşovun kənddən heç bir xəbəri yoxdur. Söhbət bir daha qeyd edirəm. Lənkəran rayon icra hakimiyyətinin başçısından gedir. Kənddən xəbəri yoxdur və kəndin icra nümayəndəsi Mehman Xəlilov da heç maraqlanmır. Kəndin icra nümayəndəsi maraqlanmayandan sonra icra başçısına da təbii ki, məlumatı çatdırmayacaq. Kənddən xəbəri olmayandan sonra necə çatdıracaq? Ola bilsin ki, indi verilişdən sonra, amma bizə elə Mehman Xəlilov geri dönüş etdi, dedi ki, yox, mən kəndin bütün problemi ilə maraqlanıram. Bütün problemlərini başçıya çatdırıram. Onlar adətən cənab başçı deyə müraciət edirlər də və mən cənab başçıya çatdırıram. Amma ki, müəyyən zaman lazımdır bu problemi həll etmək üçün. Məsələn, deyə bilər, istənilən halda 077 379 07 47. Bir də bəzən aidiyyatı qurumlar bizə deyilir ki, siz niyə problemi işıqlandırmamış bizdən soruşmursunuz ki, biz də qarşı tərəf kimi cavab verək. Biz sizdən hansısa problemi işıqlandırmamış qarşı tərəf kimi mövqe alsaq, onda gərək biz burada ümumiyyətlə problem verməyək. Çünki siz elə əsaslı bir şey deyəcəksiniz ki, təbii ki, siz özünüzü haqlı çıxardırsınız, şikayətçi də özü haqlı olur. Onda mən düşünəcəm ki, bunun nəyini verirəm ki? Onda bizim gərək verilişimiz olmasın və biz bir də bir şey diqqətinizə çatdırmaq istəyirəm ki, biz xəbərlər xidməti deyilik və gün ərzində biz veriliş boyunca 30 problemi işıqlandırırıq. Ən azı 20 qaynar xəttimizə gələn problemi işıqlandırırıq və heç bir, belə deyək də, o komandanın gücündə deyil ki, 20 problemin hamısını maraqlansın bir neçə saat ərzində. Və bunların hamısına geri dönüşü alsın, qeyd eləsin və sabah biz problemi deyək, cavabını deyək, problemi deyək, cavabını deyək. Yəni, o bizim imkanımızın xaricindədir. Çünki bizim verilişimizin formatı budur. Problemi buradan işıqlandırıq. Aidiyyatı üzrə də konkret müraciət edirik. Necə ki, indi bu yolu işıqlandırdıq. Lənkəran rayon icra hakiminə müraciət edirik burada. Qarşı tərəf 077 379 07 47 bizim qaynar xəttimiz hər kəsin ixtiyarındadır. Və siz də ora
qarşı tərəf kimi rəsmi mövqeyinizi bildirə bilərsiniz, biz də buradan işıqlandıracağıq. Yoxsa bizim 20 qurumla bir neçə saat ərzində əlaqə saxlayıb qarşı tərəf kimi cavab almaq, yəni insan olaraq biz ona potensialımızı, nə də gücümüzü çatdıra bilmərik. Yəni siz normal ayılırsınız, səhər saat 8-də durursunuz, saat 9-da gedirsiniz, işinizin başına icra hakimlər var ki, saat 12-də gəlir. Amma nəzərə alın ki, biz saat 6-dan iş başında oluruq. Ona görə də yəni bir-birimizi bu məsələdə anlayaq ki, anlamalıyıq da. Cavabınızı gözləyirik. Qarşı tərəf kimi bu kəndə niyə baxmırsınız, bu kəndə niyə gəlmirsiniz, niyə problemlərlə maraqlanmırsınız? Bəlkə deyəcəksiniz ki, elə günümüz o kəndin problemlərini həll etməklə keçir, bu da ola bilər. Davam edirik. Qaz evimizdən yox, qapımızın önündən keçir deyə şəhid kapitan İsmail Səmədovun ailəsi bizə qazla bağlı problemlərini ünvanlamışdılar. Qarşı tərəfdən Azərqazdan məsələ ilə bağlı münasibət gəlib bizə. Müraciət etdik, rəsmi şəkildə açıqlamalarını veriblər. Amma açıqlamaya keçməzdən öncə istəyirəm ki, bu materiala təkrar bir də baxaq və yaddaşımız bir qədər də təzələnsin. Ondan sonra isə mövqeyi də diqqətinizə çatdıracağıq. Bu şəhid xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüş kapitan İsmail Səmədovun atasına məxsus evdir, bizə məxsus evdir. Elektriklə təmin olunub, su sayğacı qoyulub, lakin bura qaz çəkə bilmirik. Zaqatala rayon Çöşəkoba kəndində yerləşir ev. Gördüyünüz kimi qaz xətti qapımızın ağzına qədər gəlib. Bütün qonşularımız qaz xətti ilə təmin olunub, qaz sayğacıdır bu. Bura isə çəkə bilmirik. 3-cü ilə keçir Zaqatala rayon regional qaz idarəsinə, Azərqaz istehsalat birliyinə, Zaqatala rayon yerli qurumların hər birinə müraciət etsək də qeyri-mümkündür ki, bunu biz çəkə bilmirik. Bu qışı da məcburuq ki, elektrik qızdırıcılarından istifadə eləsin bu qışda. 3-cü ildir ki, dəfələrlə müraciət eləmədiyimiz, getmədiyimiz, döymədiyimiz qapı qalmayıb. Biz bu əziyyəti çəkməyə məcburuq. Sayğac görürsünüz, bütün qonşularda var, qaz hər yerdə var. Bütün üzbəyüz yan qonşularımızda. Və izləyici deyir ki, sayğac bütün qonşularımızda var, yan qonşumuzda var, üzbəyüz qonşumuzda var, amma bizə qaz çəkmirlər. Və niyə çəkmirlər? Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevdən məsələ ilə bağlı münasibəti öyrənmişik. Niyə çəkilmir bu ailəyə qaz? Eşidək. Bu şəhid atasının fərdi yaşayış yerinin qazlaşması ilə bağlı müraciətini biz araşdırdıq. Məlum oldu ki, şəxsin fərdi yaşayış evinin mülkiyyət sənədləri yoxdur. Xüsusilə burada problem yaradan amillərdən biri də fərdi yaşayış evinin kənd təsərrüfatı təyinatlı torpaq üzərində tikilməsidir. Yəni, ümumilikdə mülkiyyət sənədləri qaydasında olmadığına görə Azərqaz İstehsalat Birliyi qazlaşma ilə bağlı hansısa bir addım ata bilməz. Qaydalar onu deməyə əsas verir ki, vətəndaşlar fərdi yaşayış evlərinin, mənzillərin qazlaşması üçün mülkiyyət sənədlərlə asan xidmət və kommunallara müraciət etməlidir və bu mülkiyyət sənədləri qaydasındadırsa 20 gün müddətinə Azərqaz İstehsalat Birliyi vətəndaşa qazlaşma ilə bağlı texniki şərti təqdim edir. Həmin texniki şərtinə əsaslanaraq vətəndaş xüsusi lisenziyası olan podraççılarla anlaşır. Podraççılar şəxsin vəsaiti hesabına layihələndirmə işlərini həyata keçirərək fərdi yaşayış evinin qazlaşmasını icra edirlər. Vətəndaşın, yəni müraciət edən vətəndaşın mülkiyyət sənədləri qaydasında olmadığına görə hansısa kommunal xidmətin göstərilməsi mümkün deyil. Qaydalarda da heç bir istisnalar nəzərdə tutulmur. Eşitdiyiniz kimi, dəyərli izləyicilər, eyni zamanda bizi indi həmin ərazidən, Zaqataladan da izləyir müraciəti bizə göndərərlər. Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Məmmədov bildirdi ki, mülkiyyət sənədi olmadan mövcud olan bir evdir. Eyni zamanda da kənd təsərrüfatlı deməli, torpaq sahəsidir ki, orada evlərini tikiblər. Eldəniz Vəliyev, üzr istəyirəm. Eldəniz Vəliyev söylədi ki, bu səbəbdən də onlara qaz çəkmə mümkün deyil və bu qanunda heç bir istisna yoxdur. Məsələn, deyək ki, tutaq ki, kimsə şəhid ailəsidir, kimsə qazidirsə, yəni bu istisnalar yoxdur orada qanunda ki, şəhid ailəsinə məsələn bunu
tikə bilərsən. Əslində bu şəxslər sadəcə orada yaşayırlar. Şəhidin ailəsidir, anasıdır, atasıdır, qardaşıdır. Orada yaşayırlar deyə qaz problemlərini bizə göndərmişdilər və qonşular çəkirlər. Demək ki, yəqin ki, qonşularda kənd təsərrüfatlı, təyinatlı deyil. Yoxsa da ki, bilmirəm, onların o mülkiyyət sənədi var ona görə. Amma Eldəniz Vəliyev çox konkret söylədi ki, bəli, ona görə də sənət yerində deyilsə, heç bir halda o ev qazlaşdırıla bilməz. Davam edirik. Sizə bir zibilxana göstərəcəm. Uçsuz bucaqsızdır, dəyərli izləyicilərimiz. Bu zibil poligonunu xatırladır, deyə bilərəm. Xəzər rayonu Binə qəsəbəsi Sükkülü savxozunda vəziyyət o qədər acınacaqlıdır. Dünən özümüz görüntülərə baxmışıq. Yəni, şoka düşmüşük ki, bu qədər zibil olar. Bu zibil aylarla mı daşınmır orada? İllərlə mi daşınmır orada? Yəni, bu ərazi niyə bu gündədir? Ümumiyyətlə, bu ərazinin bələdiyyəsi hardadır? İcra nümayəndəsi hardadır? Niyə baxılmır bura? İnsanların orada yaşayışı necə mümkün ola bilər? Həqiqətən də görüntülər şoka salır adamı. Xəzər rayonu Binə qəsəbəsi Sükkülü savxozu. Bina Aqronun yanından narahat eləyirik. Bina Aqronun yanından narahat eləyirik. Başa düşmədim bu cümləni, nəysə ki. Buranın vəziyyəti çox bərbaddır. İnanın, üfunət və zibil əlindən keçmək mümkün deyil. Xahiş edirik ki, işıqlandırın, deyir. İzləyək kadrları. Salam aleyküm. Bura Xəzər rayonu Binə qəsəbəsi Sükkülü savxozu. Bina Aqronun yanı. Baxın, buranın vəziyyətinə baxın. Bax, bura kim baxır? Buralara kim baxmalı buranın təmizliyinə? Gəlsinlər, baxsınlar zəhmət olmasa. Baxın, vəziyyətə baxın. Yol qırağı bəlkə bir 100 metr bu vəziyyətdədir. Ətrafdakı bütün hər yandan zibilləri gətirib bura atırlar. Zibil qabda cəmi bir dənə. Baxın, vəziyyətə baxın. Üzü belə uzanıb gedib deyil, ha. Bu vəziyyətdədir. Dəhşətdir, zibil poligonu da az öncə də qeyd etdiyim kimi. Yəni və bu ərazidə insanlar yaşayır. Bu da bayaq mən dedim Bina Aqro, amma əslində Binə Aqroymuş. Çünki izləyicilər də bəzən yazanda səhv yazırlar. Mən də onların səhvini elə yazdığı kimi oxumaq məcburiyyətində qalıram. Binə Aqronun yanıdır bura. Çox bərbad vəziyyətdədir. Yəni, bu çox təcili bir şəkildə təmizlənməlidir. Çox maraqlıdır ki, Xəzər rayonunun Binə qəsəbəsi niyə bu vəziyyətdədir? Xəzər rayonunun icra hakimiyyətimi, bələdiyyəsimi, ümumiyyətlə nümayəndəliyimi, kimsəsi buradan heç mi yolunu salmır? Yəni, insanları belə yaşamağa məcbur eləyə bilməzsiniz. Çox dəhşətlidir. Bəlkə də ilk belə görüntüdür ki, mən baxıram, deyirəm ki, bu nədir ki? İllərlə daşınmır orada zibil. Düz, yəni, bəlkə də qarşı tərəf deyəcək ki, 3 gün bundan əvvəl daşımışdıq bizi. Amma vallahi 3 günə bu qədər zibil yığıla bilməz əraziyə. Mümkün deyil, uçsuz bucaqsız zibilxanadır. Və tam da yanında yaşayış binaları da orada. Gəlin, çox yox, 2 dəqiqə orada dayanın, o zibilin ortasında dayanın 2 dəqiqə. O üfunəti ciyərlərinizə çəkin, dərindən nəfəs alın, görək sizin halınız necə olacaq. Amma siz bugün bu vəziyyətdə insanları yaşamağa məcbur edirsiniz. Amma da bu qədər də olmaz ki. Zibili daşıyını da biz buradan efirdən sizə deyək. İşinizi niyə görmürsünüz ki? Əraziyə su verini də biz deyək, əraziyə qaz verini də biz deyək, əraziyə işıq verin deyək, zibili daşıyın deyək, kanalizasiyanı təmizləyin deyək. Ay baş verin, bəs sizin işinizin adı nədən ibarətdir? Hamısını buradan efirdən biz deyəcəyiksə. Yəni, buranı necə görməmək olar? Necə burada zibili daşımamaq olmaz? Dəhşətdir, bütün xəstəlikdir o ərazi, bütün xəstəlikdir. Sağ-solamsı yaşayış binasıdır. Siz gələndə ümid eləyirəm ki, orada maska ilə gəlirsiniz və yaxud da ki, əlinizi də burnunuzla tutursunuz. Sizə olmaz axı, siz pencəydəsiniz, siz qalstukdasınız. O havanı siz ciyərinizə çəkə bilməzsiniz. Amma fəhlə sıradan olan Azərbaycanlı məcburdur o havanı udmağa. Yox, belə bir məcburiyyət yoxdur, atam qardaşım. Niyə kimsə belə bir məcburiyyət yaşamalıdır? Nəyə görə yaşamalıdır? Bu bir dəhşət deyə görüntüyə baxırsan, bilmirsən nə deyəsən. Yəni, bunu necə görməzdən gəlmək olar? Bəlkə siz də deyəcəksiniz ki, zibil yığan maşınımız bir dənə idi, maşınımız xarab olub, gözləyək nə vaxt düzəldəcəklər, onda gələcək. Çünki bir ərazidən belə bir material bizə daxil olmuşdu. Zibil yığan maşın xarab olmuşdu, həftələr idi orada zibil daşınmırdı. Gözləyin maşınımızı təmir eləyək. Vallahi belə bir sual verəcəm, nə gün? 2 dəqiqə, 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə, 6 dəqiqə, 7 dəqiqə, 8 dəqiqə, 9 dəqiqə, 10 dəqiqə, 11 dəqiqə, 12 dəqiqə, 13 dəqiqə, 14 dəqiqə, 15 dəqiqə, 16 dəqiqə, 17 dəqiqə, 18 dəqiqə, 19 dəqiqə, 20 dəqiqə, 21 dəqiqə, 22 dəqiqə, 23 dəqiqə, 24 dəqiqə, 25 dəqiqə, 26 dəqiqə, 27 dəqiqə, 28 dəqiqə, 29 dəqiqə, 30 dəqiqə, 31 dəqiqə, 32 dəqiqə, 33 dəqiqə, 34 dəqiqə, 35 dəqiqə, 36 dəqiqə, 37 dəqiqə, 38 dəqiqə, 39 dəqiqə, 40 dəqiqə, 41 dəqiqə, 42 dəqiqə, 43 dəqiqə, 44 dəqiqə, 45 dəqiqə, 46 də
daha doğrusu niyə bugün də siz sualı vermək istəyirəm? Çünki bilmirəm, indi nə qədər bu etikdir, etik deyil. Yəni bu elə bircə dənə maşının ümidinəsiz siz. Yüzlərlə ailə zibilini ora atır. Zibil daşınmır. Vallahi bütün şərait sizin üçün yaradılır. Bütün texniki avadanlıqlar sizə verir. Avtomobillər hər cürəsi var, hər cürəsi. Heç bir bələdiyyə və yaxud da ki, icra hakimiyyəti deyə bilməz ki, məndə lazım olan maşın yoxdur. Ya zibilin daşınması üçün, ya tutaq ki, küçələrin süpürülməsi üçün. İndi onların çoxu da maşından həyata keçirilir də. Yoxdur deyirsinizsə, demək ki, ayrılan pulu mənimsəmisiniz. Ona görə də onun üçün ayrılan pulu aidiyyatı üzrə istifadə etməmisiniz ki, bugün siz o ərazini o vəziyyətdə saxlayırsınız. Və insanlar sizin səhlənkarlığınız ucbatından xəstəliyə məhkumdular. Siz onları məhkum edirsiniz. Gəlib elə qıraqdan əli cibində o zibilxanaya baxıb getməklə deyil axı. Problemi həll eləmək lazımdır da. Bəlkə zibil poligonunu ora daşımısınız, bizim xəbərimiz yoxdur. Daşımısınızsa deyin də. Deyin ki, insanların canını da burada boğazına yığacaq ki, özləri ərazini tərk edib geçsinlər, buranı zibil poligonuna çevirəcəyik. Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu. Yəqin ki, burada icra hakimiyyətinin nümayəndələri də bizi eşidəcəklər. Eşitməsələr də sosial şəbəkələrdə, konkret olaraq TikTok səhifəmdə hansı problemi yayımlayıramsa, dərhal geri dönüş alırıq, dərhal. Bunu da yayımlayacağıq. Və yəqin ki, gözünü bağlayıb belə gəzən aidiyyatı qurumlar gözünü açacaq, axır ki. Açmasalar da mənim səsimin tonundan artıq açacaqlar. Çünki gerçəkdən də elə materiallar var ki, baxanda yəni insan əsəblərini cilovlaya bilmir. Davam eləyirik. Deməli, Lənkəran rayonundan şikayət ünvanlayıb bizə bir izləyici. Orada özü bir çəkələk geyindi. Və yağış suları ilə hərəkət edə bütün prosesi çəkib göstərib bizə. Yəni, o qədər faktla göstərir. Ərazidə bilmirəm, hansısa qonşu orada deyir, kanalizasiyanı bağlatdırıb. Hər yerdən də kanalizasiya suları bütün küçə boyu, elə bilsən ki, bulaq qaynayır. Oradan çıxır bulaq kimi. Və bunlar da deyirlər ki, o kanalizasiya suları da axı baxıb, süzüb, gəlib dolur bizim həyətimizə. Dəfələrlə deyirik, heç kimi də baxmır, elə bil ki, belə də olmalıdır. Baxın, tırmalanmışam. Bax, çəkirəm sizə. Sizə çəkib göstərirəm. Baxın, indi mən suya girib, küçənin xəndəyin gedirəm sizə çəkib göstərmək. Bu biabırçılıq olar, baxın. Belə şey olar. Mən işə necə gedəcəm? Evdəkilər evdən necə çıxsın? Adi bir şey deyim sizə. Çörək almaya necə gedək? Hə? Kimə şikayət eləyək? Necə eləyək biz bunu? Axı, bu dolmamış biz dedik. Küçə dolub, gəlin çəkin. 50 dəfə dedim, 50 dəfə. Baxın. Küçəni də görsədim sizə daha. Bu güncün nə faydası var burada? Baxın, bu torpağı tökməyin nə faydası var? Bax, nə faydası var? Şikayət eləyən qonşunun divarına baxın, bu dömləmdir. Bu ona sərf eləyir. İndi bu ona sərf eləyir, baxın. Aha. Bu da onun tərəfi. Onun tərəfi bizimkindən də bərbad vəziyyətdir. Bu güncülər dolub deyənə su bizim həyətə gəlir. Biz deyirdik bunu. Bizə dedi ki, dolanda gəlib çəkəcəm. Güncü qoyan günü dolmuşdu, çəkdim, atdım sizə. Gəlib çəkmədilər ki. Dünən yox, sırağa gün olan özün gördüm. Dedim, gəlib çəkmədilər ki. Baxın bu daha. Bütün qonşular şikayətçidir. Bütün qonşular su kanalizasiyasından şikayətçidir. Baba, bu daşır. Baxın, baba. Görürsünüz, birazdan da qonşular yerindən duranda bizim üstümüzə yaradacaqlar. Bu da bizim həyətin içi. Bu daha. O gün onlara küçədə dedim ki, günə yox sırağa gün. Gəlin bu mirası çəkin götürün. Bu nə deməkdir? Bu nə biabırçılıq? Buyu mən sizə dedim də, sırazı doldur, daha dolub. Zəhmət olmasa necə deyiblər ki, gəlib lazımdır gündə çəkəcək, gəlib indi çəksinlər. Bu büyünləri biz su işlətməmişik. Büyün su işlətdik, bu daşacaq. Daha doğrusu daşıb. Bu trubadan bizim həyətə gedir. Bu düzgün deyil. Ekskalator işləyir. İndi yaxından çəkəcəm, o kanalizasiya ucu dolub. Zəhmət olmasa gəlib indi çəksinlər. Mən də sizin nömrədən başqa heç kimin nömrəsini bilmədiyimə görə sizi yığıram. Xahiş edirəm, gəlib çəksinlər.
Bir daha qeyd edirəm, Lənkəran rayonundan Lalə Məhərrəmova idi və o qeyd edir ki, Lənkəran rayon Hacı Zeynalabdin Tağıyev Dalan 1, ev 2-dən bizə müraciət ünvanlayır. İcra Hakimiyyəti Abadlıq İdarəsi gəlib bizim küçədə su kanalizasiyasının üstünü qonşunun istəyi ilə bağlayıb. Bütün çirkab və yağış suları bizim həyətə gəlir. İcra nümayəndələri də bildirirlər ki, biz haqlıyıq. Haqlı olsaq da məsələ həll olunmamış qalır. Ən azından gəlib bu kanalizasiyanı əvvəlki kimi qazsınlar, düzəltsinlər. Bizə Şahlar adlı icra nümayəndəsi demişdi ki, hər tərəf su ilə dolanda maşın göndərəcəyik, suyu çəkəcəklər, amma heç nə etmirlər. İndi də təzə söz tapıblar ki, küçədəki kanalizasiya yağış suları üçündür. Amma adama deyərlər, elə bil biz nə deyirik? Bəs deyirik ki, kanalizasiyanı bağlayıblar, yağış suları bizim həyətə qayıdır da, qonşular da üstümüzə gəlir ki, bu nə biabırçılıqdır. Deməli, əvvəlcə bu izləyicinin həyətinə gəlir, bu izləyicinin həyətindən süzür gedir o biri vətəndaşın həyətinə və beləcə qonşular arasında da artıq problem və narazıçılıq olur. Biz buradan qeyd elədik, diqqətə çatdırdıq Lənkəran rayonunun icra hakimiyyətinə də, aidiyyatı qurumlarına da, su kanal idarəsinə də ki, orada yəni birisinin istəyi ilə gəlib burada kanalizasiyanı bağlamaq nə deməkdir? Mən bunu başa düşmədim gerçəkdən də. Kanalizasiya ona görədir ki, yağış sularını çəkə bilsin, filanı çəkə bilsin. Kimsə deyir ki, buranı bağlı elə, siz gəlib dərhal oranı bağlayırsınızmı? Biraz bu nəysə inandırıcı görünmədi, amma hər halda izləyicinin şikayəti məhz bizə belə idi. Həyəti də yəni suyun içərisindədir, bunu da çəkmişdi deyə biz də görmüş olduq. Qısaca reklam fasiləmiz olacaq dəyərli izləyicilərimiz. Reklamlardan sonra yenə də burada xəbərin izində görüşəcəyik. Verilişimizin son hissəsindəyik artıq. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Gününüz xeyirli, uğurlu olsun, ruzulu olsun, bərəkətli olsun və biz də elə son dəqiqələr ərzində qaynar xəttimizə ünvanlanan şikayətləri sizin diqqətinizə çatdıracaq. 077 379 07 qaynar xətt nömrəmiz, 0747 qaynar xətt nömrəmiz gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və ya video yönləndirə bilərsiniz. Eyni zamanda probleminiz varsa və bizim işıqlandırmağımızı İstəyirsinizsə probleminizi də bizə yönləndirin. Deməli, Cəlilabad rayonu Mikayıllı kəndindən şikayət var. Kənd sakini Məmmədov Salih yolların çox bərbad vəziyyətdə olması ilə bağlı bizə video çəkib göndərib. Yollarımızdan maşın güclə hərəkət edir. Cəlilabad rayonu icra başçısı Rafiq Cəlilova bildirmişik, amma şikayətimizə baxan yoxdur söyləyir. Mən Məmmədov Salih Gülavoğlu, Cəlilabad rayonu Mikayılı kənd sakiniyəm. Mən dəfələrcə sosial şəbəkə üzərindən çıxışlar eləyirəm ki, Cəlilabad rayonu Mikayılı kəndi heç bir avadanlıqla təmin olunmayıb. Cəlilabad rayonu Mikayılı kəndi çox bərbad vəziyyətdədir. 1983-də çəkilən yollar palçığı mühəmmədçəsində itib batıb gedir. Bax, bu yolları geniş fraqmentdə götür. Cəlilabad rayonu Mikayılı kəndi ana yoludur. Cəlilabad rayonuna, Bakı şəhərinə, Masallıya, yəni bütün rayonlara bizim yolumuz buradan gedir. Baxın, görün, bax bizim bu rayonlara gedən yolumuz nə vəziyyətdədir? Biabırçı vəziyyətdədir, acınacaqlı vəziyyətdədir. Bu yolla da, bu yol barədə dəfələrcə rayon icra hakimiyyəti, deputat Elman Nəsrov, bütün aidiyyəti qurumların məlumatı var. Ayın 16-sında rayon başçısı Rafiq Cəlilov bu yolla özü şəxsən Cəlilabad rayonu Mikayılı kəndinə gəldi. Rafiq Cəlilov gördü ki, bu yol nə vəziyyətdədir. Həmin o, deməli, vətəndaş görüşündə mən də var idim. Mən də orada suallar verdik ki, vətəndaşlarla bir yerdə ki, bu yolların vəziyyəti necə olacaq? O bildirdi ki, yol bizlik deyil, işıq bizlik deyil, qaz bizlik deyil, su bizlik deyil, 60-da çəkilən dirəklər bizlik deyil. Bəs onda bu günlər bu problemlər deputat üçün, icra hakimiyyəti üçün maraqlı deyil. Baxın da gözünün qabağındadır. Bu günləri demək Şilavanca kəndinə bir müşoxun almaq üçün 30 manat maşına vermişəm, o da böyük maşınla. Gedib böyük maşınla un alıb gəlmişəm. Yəni bu günləri bu kənddə 200 ev var idi. 200 ev köçüb, bu yolun üzbatından, işığın üzbatından, qazın üzbatından, suyun üzbatından. İnfrastruktur yoxdur kənddə və kənddə də infrastruktur yaşayış üçün əlverişli şərait olmadığına görə
kənd sakinləri kəndi tərk eləyiblər, deyir izləyici Salih Məmmədov. Və o deyir ki, Cəlilabad rayon icra başçısı Rafiq Cəlilova qaz problemi deyirik, işıq problemi deyirik, su problemi deyirik, yol problemi deyirik. O deyir ki, bizlik deyil. Əslində icra başçısının sözündə haqq var. Çünki suya Azər su baxır, işığa Azər işıq baxır, qazadakı Azər qaz baxır. Borularını da özləri gətirirlər. Orada nə bilim lazımı generatorlarıdırmı, nədirmi, transformatorlarıdırmı, nədir. Yəni onların özləri quraşdırırlar. Amma rayonun icra başçısı da maraqlı olmalıdır bu problemlərin həlli üçün. O da aidiyyatı qurumlara müraciət etməlidir. Yol çox bərbad vəziyyətdədir. Verək bura görüntülü mümkünsə. Yol çox bərbad vəziyyətdədir. Məsələn, bəzən bizə kənd yollarından material göndərirlər. Mən deyirəm ki, kəndin yolu çınqılı var da, normaldır. Amma bunda heç nə yoxdur. Daşı da yoxdur, çınqılı da yoxdur, sementi də yoxdur. Amma özü qeyd elədi ki, Cəlilabad rayon icra başçısı Rafiq Cəlilov bu kənddə olub, biz şikayətimizi bildirmişik. Rafiq Cəlilov kənddə olubsa, şikayəti, yəni belə deyək də, o problemi gözü ilə görübsə, mən də düşünürəm ki, bizim buradan işıqlandırmağımızla heç nə həll olmayacaq. Amma biz verilişdən sonra yönləndirəcəyik bu şikayətdə Cəlilabad icra hakimiyyətinə, bir də biz də gələk üzərinə, bəlkə də. Amma görünən dağa bələdçi lazım deyil ki, yol bərbad vəziyyətdədir, keçilməz vəziyyətdədir. Biraz da bura yağışlar yağsa, bir də o yağışlar aramsız olsa, təsəvvür edin, burada bu yolda palçığa batan maşın elə orada qalasıdır. Yəni oradan çıxma ehtimalı sıfıra bərabərdir. Çünki bərbaddır, ancaq torpaqdır da yol. Yəni bu yolla nə qədər hərəkət eləmək olar? Və müəyyən məsafə qət eləyirlər alış-veriş etmək üçün. Un deyir, neçə kisə birdən alıram ki, təkrar getməyim, çünki böyük maşındır. Hər biri xərc tələb eləyir, hər biri pul tələb eləyir. Amma nə gözəldir ki, bir adam, yəni yaşlı nəslin nümayəndəsi deyil ki, orta yaşlı birisidir. Amma istəyir kəndində yaşasın, istəyir kəndində qalsın. Amma kəndində qalmaq üçün də infrastruktur verməlisiniz, su çəkməlisiniz, qaz çəkməlisiniz, işıq çəkməlisiniz, yol çəkməlisiniz ki, hər il dövlət büdcəsindən nə qədər maliyyə ayrılır bu problemlərin həlli üçün. Amma pul olsa da problem də qalmaqdadır. Ya düzgün istiqamətdə sərf eləmir bunu aidiyyatı qurumlar. Düzgün istiqamətdə xərcləmirlərmi? Yoxsa necədir? Yəni bu cənub bölgəsindən o qədər şikayət gəlir bizə. Bizim verilişimizin o qaynar xəttinin belə deyək də 30 şikayətdən 20-sini Cəlilabad, Lerik, Lənkəran əhatə eləyir. Amma bu problemləri çözmək lazımdır. Amma məsələn, görürsünüz, material paylaşırsan, kimsə deyir ki, yox, Cəlilabad rayon icra başçısı çox yaxşı adamdır. Yenə dedirəm, şəxslərinə heç nə demirəm, heç ixtiyarım da düşmür, hansısa icra başçısının şəxsinə nəsə deyim. Problemi göstərib üzərindən şərhini verirəm. Və problem varsa, çox sayda şikayət varsa, demək ki, orada işlər sizin dediyiniz kimi, yağ kimi, bal kimi getmir. Problem olmalıdır, problemsiz ümumiyyətlə həyat mümkün deyil. Yenə də deyirəm, paytaxtda yaxın şəhərdə mən yaşayıram Sumqayıtda. Sumqayıtda problem mi yoxdur? En qədər, bura qədər. Məhəllə daxili yollar bərbad vəziyyətdədir, bərbad vəziyyətdədir. Qonşular hər dəfə deyir, nə olar ki, gəlib bu çalaya sən də düşüb çıxırsan. Bir problemi işıqlandır da, deyirəm, əşi bizim küçə deyib, yoxdur. Başqa küçələrin problemini işıqlandırın, başqa bizə yönlənən problemləri işıqlandırın. Yoxmu? O qədər problem var ki, Sumqayıtın özündən. Hələ yeni də deyirəm, paytaxta yaxındır, paytaxta mı problemlər yoxdur? İndi elə südçülük safxozundan danışırıq. Ucqar kənd deyil ki, zibil poligonunu xatırladı. Problem var, problem hər yerdə var. Sadəcə biri var. Problemi sən təqdim edirsən, göstərirsən, çözülür problem. Biri də var ki, məsəl üçün, dəfələrlə göstərirsən, aidiyyatı qurum gözündə yumur, qulağını da bağlayır və salam. Vecinə deyil, nə qədər söz deyirsən de, vecinə deyil məsələn. Belə qurumlar da var, amma çox təəssüf. Davam edirik, övladı onkoloji xəstə olan bir izləyici bizə müraciət edib. Və o deyir ki, uşağımın 5 yaşı var, onkoloji xəstəlikdən əziyyət çəkir, amma məni nə onkologiya xəstəxanası, nə də ki, Səhiyyə Nazirliyi qəbul etmir. Mən bilmirəm, hara getməliyəm, kimin qapısını döyməliyəm ki, övladımın müalicəsi başlasın. Mən sizə Elvin Quliyev. Deməli, mənim evladım onkoloji xəstədir. Mən onkolojiyə gedirəm, mən uşağıma baxmırlar, həkim çöldə cavab verir. Yəni, indi gəlmişəm Səhiyyə Nazirliyinə. Səhiyyə Nazirliyində də burada da baxan yoxdur. Yəni, hara gedirəm, Yəni, kömək yoxdur. Uşağım xəstədir. Burada həkimlər gəlirəm, o bunu ıslatır, bu onu ıslatır. Devlət bunlara maaş verir, pul verir. Bunlar da mənim uşağıma baxmır. Nə dərəcə bu düzgündür? O həkim yolda cavab verir. Belə eləyir, bax. Get deyir şeyə, get özləri dilətdir. İndi gedə Səhiyyə Nazirliyinə.
Baxmır, heç bir qurum baxmır. Biz gəldik buradan Səhiyyə Nazirliyinə ki, güya bizi qəbul elədilər. Heç kim qəbul eləmir. Xanımı tapmadılar, müavini tapmadılar. Onkologiyada da bir göbək açıq həkim qoyublar ora. O da bizi qəbul eləmədi, öz otağında qıraqda qəbul. Belə həkimlərə ar olsun. Onkoloji xəstəxanadan görüntülər çəkiblər, Səhiyyə Nazirliyinin qarşısından görüntülər çəkiblər, deyir, nə orada mavin yerindədir, nə bilim, nazir yerindədir, sonra deyir ki, bir göbəyi açıq qadını qoyublar ora, biz o qəbul edir. Bu göbək məsələsi başqa məsələdir. Üzərinə gəlmək istəmirəm. Çox biabırçıdır, bilməm, insanlar kimsə alladıb ki, onların bəzi orqan üzvləri var ki, onlar açıqda görünəndə çox qəşəng görünürlər, biabırçıdır. Bir də ki, məsələn də Səhiyyə Nazirliyi kimi bir qurumda niyə ifrat açıq-saçıq geyinən biriləri fəaliyyət göstərməlidir? Məsələn, Təhsil Nazirliyi kimi bir qurumda, tutaq ki, deyək də, başqa nazirliklər kimi bir qurumda, onlar əslində bir örnək olmalıdırlar davranışlarıyla, insanları qarşılamaqlarıyla. Amma çox təəssüf ki, yəni bəzən belə olmur. Mən indi izləyicinin dediyindən yola çıxıram, amma mən kimsə görməmişəm orada lüt üryan gəzən və yaxud da ki, haransı açıq qoyub gəzən. Sadəcə izləyicilərin dedikləri məlumatdan, informasiyadan yola çıxıb bunu deyirəm. Bu qaldı bir tərəfdə. Amma məsələ burasındadır ki, 5 yaşlı bir ata xəstəxanadan kömək istəyir. Daha doğrusu 5 yaşlı övladı olan bir ata xəstəxanadan kömək istəyir. Xəstəxanada kömək yoxdur. Onkoloji xəstəxanada bilirsiniz ki, bu şiş xəstəliyindən əziyyət çəkənlər üçün, xərçəng xəstəliyindən əziyyət çəkənlər üçün həmişə açıq qapıdır və insanlar ora üst tuturlar birinci olaraq. Qəbul olunmur atanın övladı orada, amma niyə qəbul olunmursa yeri gəlmişkən, həm Səhiyyə Nazirliyindən, həm də ki, onkologiya xəstəxanasından bununla bağlı cavab istəyirik biz. Bəlkə onlar başqa faktı deyəcəklər, başqa faktı göstərəcəklər ki, şikayətçi bizə onu demir. Yəni, ona görə də mütləq geri dönüş gözləyirik biz sizdən. Və niyə qəbul olunmur? Səhiyyə Nazirliyi niyə problemə baxmır? İndi bilmirəm, onkoloji xəstəxana bəlkə də təbbin tabeliyindədir, amma deyir, bizi göndəriblər Səhiyyə Nazirliyinə, bizə gəlmişik Səhiyyə Nazirliyinə, belə bir şey dedi. Deməli, bir də qeyd eləmək istəyirəm, şikayətçi Elvin Quliyevdir, 5 yaşlı qızına onkologiya xəstəxanasına gedirəm, mənim uşağıma baxmırlar, qızına onkoloji diaqnoz qoyublar və hara gedirəmsə bir çarə yoxdur, xahiş edirəm, bizə dəstək olun, efirinizdə göstərin, söylədi. Biz də efirimizdə göstərdik və aidiyyatı qurumlara bununla bağlı müraciətimizi də etdik. Növbəti bir qaynar xəttimizə gələn müraciət, Rekon şirkətində çalışan əməkdaşlar aldadıldıqlarını deyirlər. Rekon MMC-də çalışan işçilər həmin şirkətdən şikayətçidirlər və aylardır əmək haqqımızı ala bilmirik. Bizi hər dəfə allatdılar və bir neçə aydır əmək haqlarımız üst-üstə yığılıb. Nə bizi qəbul edən var, nə bizi eşidən var, nə də ki, şirkətin sahibinin harada olduğunu bilən. Şahlar Ramazanov Sədroğlu. Deməli, bugün bizim burada toplaşmamızda məqsəd odur ki, Rekon MMC şirkətinin rəhbəri və onun çalışdığı şirkətin əmək haqlarımızı vermədiyinə görə artıq bugündən bir araya gəlmişik. Nəinki burada yığılan yoldaşlar. 2-3-5 qat artıq da insanlar var ki, müəyyən işlərlə əlaqədar bugünkü tədbirimizə qoşula bilmədikləri üçün yığılmışıq bura. Eyni zamanda biz bununla bağlı dövlət qurumlarına, aidiyyatı qurumlara informasiyalar göndərmişik. Bir də aldığımız məlumata görə şirkət sahibi Rəşad İsmailov hal-hazırda ölkədən çıxıb, qaçıb. Yəni bu adamlar dələduzdur. Bu adamlar işçilərin əmək haqlarını vermirlər. Bundan da əlavə dövlətə verdikləri vergini bizim adımızdan tutulur, ancaq dövlət hesabına köçürülmür. Bununla bağlı bura yığılan bütün yoldaşlar, hər biri ailədir, hər biri işləyib, aylarla işlədiyi pulu bu günlərin ala bilmirlər. Xahiş edirəm, aidiyyatı qurumlardan bu məsələyə bir əncam qılsın və sakinlər əmək haqlarını alsınlar və bu 2 nəfər dələduz üzrə çıxsın görək, bu cəmaatın haqqını niyə vermirlər? Mən Eyvazlı İlkin Altayoğlu, Vətən Müharibəsi iştirakçısıyam. Cənab Prezident tərəfindən 4 medaldan tərtib olunmuşam. Fevral ayından Rekonda işləyirəm. Fevral ayından günü bu günə kimi hələ 1 manat maaş köçmür mənə, bütün bu əməkdaşlara, bütün dövlət qurumlarına şikayət eləmişik. Direktor da, təsisçi də deyir ki, ödəniləcək, müəyyən məbləğlər gəlsin. Yəni xəbərimiz var, ofisi satıblar, texnikaları satıblar. Həmin o bizə söz verdiyi məbləğlər də gəlib onlara, amma ki, heç bir ödəniş yoxdur. Mən Fərmanov Vüsal Füzuloğlu 2022-ci il
aprelin 1-dən Rekon MMC-də Rəşad İsmailov rəhbəri Rəşad İsmailov Rekon MMC-nin nəzdində 3 il müddətinə işləmişəm. Son 5 ayın əmək haqqısı ödəməyiblər. Dəfələrlə müraciət eləmişik. Bizim əmək haqqılarının ödənilməsi ilə bağlı yazılı surətdə imza toplama da eləmişik. Baş prokurorluğa da müraciət eləmişik. Prezident administrasiyasına müraciət eləmişik. Ombudsmana da müraciət eləmişik. Əmək müfəttişliyinə də müraciət eləmişik. Aidiyyatı qurumlardan xahiş edirəm. Rekon MMC-nin direktoru Təlatun Zahidov və şirkətin rəhbəri Rəşad İsmailov. Bunlar 100 və 150 nəfərə yaxın işçinin əmək haqqlarını ödəmirlər. Şəxsən mən onların bu əmək haqqısının ödəmədiyinə görə, vaxtında ödəmədiyinə görə evimdəki qızılları girov qoymuşam. Banklara borcum, faizlərim borcum çoxalıb. Özümdə ailə vəziyyətim çox həddindən artıq pisdir. Bu məsələni araşdırsınlar, bizim haqlarımız ödənilsin. Rekon MMC-dən idi dəyərli izləyicilərimiz. Şikayətlər və orada detallı şəkildə orada çalışanlar və aylardır əmək haqqını ala bilməyənlər danışdılar və aidiyyatı qurumlara da ünvanlandılar və bu məsələni araşdırmaq təbii ki, aidiyyatı qurumların üzərinə düşən öhdəlikdir. Bizim isə üzərimizə düşən öhdəlik artıq sağollaşma öhdəliyidir. Çünki verişimizin sonuna gəlib çatmışıq. Amma sağollaşmamışdan öncə hər zaman olduğu kimi yenə də geyimimə görə hər zaman mənimlə bərabər olan, ən gözəl geyimləri mənə təqdim edən Modalinda qadın geyimləri mağazasına xüsusi təşəkkürümü bildirirəm. Zövqlü xanımlar, mütləq yolunuzu Modalindadan salın. Hüseyin Cavid prospekti, prospekti 30 və Elmlər Akademiyası. Gedin və oradan bir-birinə fərqli və gözəl geyimləri əldə eləyin. Sizdən ayrılıram. Sabah yenidən görüşəcəyik. Yeni xəbərlərlə, yeni problemlərlə qarşınızda olacağıq. Siz isə Space-dən ayrılmırsınız. Çünki bir qədər sonra Tarix Əliyevin Tarixin Bir Günü proqramı efirdə olacaq. İzləməyi unutmayın, maraqlı olacaq. Görüşmək ümidi ilə Allaha əmanət olun.